Təlim hələ Sual. başlamayıb. Sual verilib burada. Təlim hələ başlamayıb ki, bitməyə barədə danışaq və gedişatdan asılıdır. Yəqin ki, digər iştirakçıların gəlməsini gözləyir, eləmi? Bəli. Həm də təlimçinin. Aydındır. Təlimin mövzusu diksiya ilə bağlıdır. Axşamınız xeyir müəllimə. Hər vaxtınız xeyir. Sizə uğur arzu edirəm. Təbii başlayacaq. Qruplara atılır. Çox xahiş edirəm. Hələ bir qrupuma atılmayıb. İndi atılsın. Tam olaraq başlayacaq. Narahat olmayın. Rəftin bir Ceyhun yazaqlar ayrılmışam. Şu rəftin önce şuştu ne vardı bofna. Ha, kuturum ki Ceyhun çenen kıskanıp başlayayım. Tügere Buna danışılır. Səsləri bağlayın daxil olarkən. Təlimçimiz burdadır, yoxsa təlimçimiz gəlməyib hələ? Qoşulub deyəsən. Gözləyin. Salam, axşamınız xeyir olsun. Aha, qoşulmusunuz. Aha, buradayım Aydan xanım. Salam. Hər vaxtınız Salam, hər xeyir. vaxtınız Xoş gördük sizi. Hər vaxt xeyir. Mən də Mən siz. girişi verim. Bugünkü xoş gördük hər birinizi, əziz webinar iştirakçıları. Bugünkü webinarımızın qonağı Baku TV-nin əsas xəbər aparıcısı, natiqlik təlimçisi Ramilə Rinat qızıdır. Mövzumuz isə fikri ifadə etmə sənəti, aydın danış, düzgün anlaşıldı. Söz sizə verirəm Ramilə xanım. Buyurun, başlayın webinara zəhmət olmasa. Salam, axşamınız xeyir olsun. Yəqin ki, hamı səsi bağlayıb, amma məni eşidəcək, mənə qarşılıq verə bilməyəcəklər. Bir dənə izləyim, zəhmət olmasa. Aha. Əslində insanları görərək danışmaq daha yaxşıdır, daha məsləhətlidir. Oy, maşallah, maşallah, çox adam var burada. Sadəcə bilmək istəyirəm, hamı burada tələbədir, yoxsa hər sahədən qonağımız var? Axşamınız xeyir. Salam, xoş gördük. Mən məzunam.
Aha, lap yaxşı. Hər sahədən var. Xanımlar tam şəkildə görə bilmədim. Axşamınız xeyir. Mən həm tələbəyəm, həm rus dili müəlliməsiyəm, həm riyaziyyat müəlliməsiyəm. Ne qarışıq. Maşallah, maşallah. Hər sahədən var. Nə gözəl. Ey Allah. Xoş gördük hər birinizi o zaman. Sevindim sizlə bu gün burada olmaqdan. Təşəkkür eləyirəm ilk öncə təşkilatçılarımıza ki, bu şəraiti bizim üçün yaratdılar. Sadəcə bilmək istəyirəm, hamı Naxçıvandandır, yoxsa başqa regionlardan da var? Mən salam, hər vaxtınız xeyir. Mən Zaqataladanam. Deməli fərqlidir. Xeyr. Başqa bölgələrdən də var, Cəlilabaddan da var. Oy, nə gözəl. Nə gözəl, nə gözəl, nə gözəl. Əla. Xoş gördük. Sabahınız xeyir müəllimə. Mən Naxçıvanlıyam. Hə, ləhcən dedi. Özündən qabaq ləhcən dedi. Naxçıvan doğma diyar. Sumqayıtdanam. Çox gözəl dostlar. Lap yaxşı, şad oldum hər birinizə. Əsas odur ki, hər birimiz Azərbaycanlıyıq. Hansı bölgədən varıqsa, sadəcə Naxçıvanla əlaqəli olduğuna görə mən düşündüm ki, hamı Naxçıvandan olacaq və çoxu tələbə olacaq. O baxımdan bilmək istədim. Çox gözəl, çox şad oldum. Uğurlar hər birinizə. Hər birinizə uğur arzulayıram. İstədiyiniz peşəyə sahib olasınız, istədiyiniz peşədə fəaliyyətiniz uğurlu olsun hər zaman. Yəqin ki, siz bu vaxta qədər keçmisiniz, müəyyən bir təlimlər keçmisiniz, artıq natiqlik üzrə dərslər alırsınız. Düzdür? Müəyyən təlimçilərlə dərsləriniz olub, mən düşündüyüm kimi. Səsləri bağlayın, zəhmət olmasa. Çox üzr istəyirəm Ramilə xanım. Səsləri hər kəs bağlasın. Təlimçiyə mane olursunuz. Sual olduğu təqdirdə səslər açılar yəqin ki, amma başqa bir-birimizi başa düşmək üçün, eşidilmək üçün səsləri bağlasaq yaxşı olar. Aha. Deməli belə dostlar, müəyyən bir düşünürəm ki, etapları keçmisiniz. Artıq diafraqma ilə nəfəsi öyrənmisiniz. Müəyyən artikulyasiya hərəkətləri, ağız aparatının işlədilməsi qaydalarını yəqin ki, digər təlimlərdə sizlərə öyrədiblər. Amma bundan sonra müəyyən bir etaplar gəlir və bu etapları da bilmək bizim üçün çox önəmlidir. Ona görə biz bugün Aydan xanımla ortaq məxrəcə gəldik və belə bir mövzu seçdik. Bu mövzu yəqin sizin üçün də maraqlıdır ki, bugün hamınız buradasınız. Mövzumuz nədən ibarətdir? Aydın danış, düzgün anlaşıl. Aydın danışmaq dostlar, hər kəs üçün vacibdir. Bəzən çox vaxt fikrimizi gözəl, ağıllı cümlələrlə ifadə etməyə çalışırıq və danışarkən, çıxış eləyərkən özümüzü daha professional, daha savadlı, daha dünya görüşlü göstərməkdən ötürü neyləyirik? Bunu çoxuna şamil etməyək, amma çox insan elə eləyir. Belə elmi cümlələr işlədir, bəzən terminlərə çox önəm verir. Amma unuduruq ki, bir həqiqəti də unuduruq ki, danışdığımız deyil, qarşı tərəfin anladığıdır əsas mesaj. Əsl kommunikasiya bundan ibarətdir. Kommunikasiya, yəni informasiyanın da ötürülməsi. Əgər sən danışanda sözlərin gözəlliyinə deyil, aydınlığına, düzgünlüyünə fikir verirsənsə, deməli qarşı tərəf də səni aydın şəkildə başa düşəcək. Bugünkü təlimdə, webinarda bizim müxtəlif bir texnikalardan istifadə edəcəyik ki, onları sizə öyrətməyə çalışacağam ki, bu da məhz bunun üçündür ki, biz aydın necə danışaq, aydın danışmağın üstünlükləri nədən ibarətdir və aydın necə danışa bilərik, aydın danışarkən daha çox nələrə diqqət eləməliyik ki, biz bugün bunu çalışacağıq ki, əlimdən gəldiyi qədər sizə öyrətməyə mən burada çalışacağam. Və vurğuluyum, niyə aydın danışmaq vacibdir? İndi oradan mən bu sualı ünvanlayıram və düşünürəm ki, siz hər biriniz orada müəyyən bir cavablar beyninizdə formalaşır. Amma daha dəqiq desək, insanın dəyəri çox vaxt onun səsinin tonundan və sözlərinin dəqiqliyindən, fikrinin isə aydınlığından ölçülür. Televizoru söndür də. Fikrinin aydınlığı ilə ölçülür. Yəni sən səsinə də diqqət eləsən, sözlərinin dəqiqliyinə diqqət eləsən və fikrini aydın şəkildə çatdırsan, o zaman insanın dəyəri bununla ölçüləcək və qarşıdakı insan səni düzgün anladığı üçün sənin də dəyərini məhz bununla ölçəcək.
Aydın danışmaq hər birimiz üçün lazımdır. Hər bir sahənin insanı üçün aydın danışmaq lazımdır. Amma bəzi peşə sahibləri var ki, bunlar üçün artıq aydın danışmaq mütləq şəkildədir. Bunlardan birini vurğulayardım müəllimlər. Müəllim üçün aydın danışmaq sizcə nəyə lazımdır? Mənim fikrimcə, auditoriyanın bütün diqqətini özünə cəlb etmək üçün. Əgər bir müəllim dərs zamanı aydın şəkildə bir mövzunu şagirdə çatdıra bilirsə, artıq uşağın evdə gedib sadəcə qısaca bir formada təkrara, yəni o təkrar eləməyə məcburiyyətində qalacaq, amma tam şəkildə müəllimin aydın danışığından bu dərsi başa düşmüş olacaq. Ona görə də müəllim birinci növbədə auditoriyanın diqqətini cəlb etmək üçün, fikrini dəqiq çatdırmaq üçün aydın danışmağa üstünlük verməlidir. İkinci, aparıcılar üçün. Mən özüm bir aparıcı olduğum üçün mənə daha vacibdir. Çünki mənim kütləm daha böyükdür, mənim auditoriyam daha böyükdür və mən həm inandırıcı obraz olmalıyam, həm mesajı sürətli və qüsursuz çatdırmalıyam. Ona görə də bir aparıcıya aydın danışmaq mütləqdir. Nida. Bəli. Sualı olan var? Aha. Sonra aydın danışmağın, mən bu sadalayıram peşə sahiblərini. Yəni bir çox peşə var. Məsələn, bir həkimə üst tuturuq, dərdimizi ona deyirik. Həkim bizi müayinə edir, bizim dərdimizi dinləyir və o üzrə bizi müayinə edir. Müayinə elədikdən sonra müəyyən bir diaqnoz qoyur. Bu diaqnozdan irəli çıxaraq dostlar, bizə müalicə yazmalıdır. Müalicəni yazır, tərtib edir, müalicə də resept üsulu ilə yazılır, tərtib eləyir və bu tərtibatdan sonra bunu başa salır. Başa salır ki, necə eləməlisən, bu dərmanı necə atmalısan, nə etməlisən, nə zaman etməlisən, nəyi yeməlisən. Əgər aydın şəkildə bunları sizə başa salmırsa, bizə aydın şəkildə demirsə, biz bunu başa düşmürüksə, deməli, bu həkimin aydın danışığında müəyyən bir qüsurlar var. Necə ki, bəzi həkimlər resepti yazır, gedirik, apteklərdə də hətta bəzi məqamlarda oxuya bilmirlər. Eynilə, əgər həkimin danışığı məhz onun yazdığı resept qədər qarışıqdırsa, təbii ki, qarşısındakı heç bir pasiyenti, heç bir xəstəni başa sala bilməyəcək. Heç bir xəstə onu başa düşməyəcək. Ona görə vurğulayım ki, aydın danışmaq hər kəs üçün lazımdır. Amma mən bir haşiyədən çıxım, yəni bunu vurğulamaq istəyirəm ki, aydın danışmaq müəyyən bir peşə sahiblərindən öncə bir valideyn üçün lazımdır. İndi burada dostlarımızdan valideyn olanlar da var, tələbə olanlar da var. Bir valideyn üçün niyə lazımdır dostlar? Nəzərə alsaq ki, əvvəlcə hər bir şəxs bir fərd kimi doğulur. Bir ailədə doğulur, boya başa çatır, müəyyən bir təhsil alır və sonra cəmiyyətə daxil olur. Ancaq onun cəmiyyətdə özünü formalaşdırması üçün ən önəmli etap nədir? Valideynin tərbiyəsi, bir ailənin tərbiyəsi, ailənin ona öyrətdiyi. Ailədə də ən çox, yəqin burada bizim kişi iştirakçılarımız da var, onlar da qəbul edərlər ki, ailədə ən çox missiya ananın üzərinə düşür. Ana bir valideyn kimi uşaqla daha çox məşğul olur, uşağın təlimi ilə, tərbiyəsi ilə, onun gündəlik qayğıları ilə, təbii ki, atanın da müəyyən bir qayğıları, müəyyən bir rolu var, amma ananın rolu danılmazdır. Ana daha çox uşaqla ünsiyyətdə olur. Ona görə bir ana kimi, valideyn kimi bir ananın aydın danışmağı daha önəmlidir. Məsələn, bax görürsüz ki, bizim indi niyə bu qədər diksiya təlimləri çıxır? Natiqlik kursları yaranır və buna uşaqlarımız müraciət edirlər. Çünki cəmiyyətdə özlərini bir yerdə tapmaq üçün. İndi baxırsınız ki, əvvəllər daha çox dillər önəmli idi. Müəyyən rus dili, ingilis dili arzu olunan idi ki, vakansiya verirsən, işə götürən bunları səndən tələb edir. Amma indi baxırsınız ki, bu həqiqətən bir gözəl bir, necə deyim, missiyadır ki, bizim dilimizin də təmiz və aydın danışılması tələb olunur. Bəzi şirkətlərdə, bəzi işlərdə işə götürən tələb eləyir. Öz Azərbaycan dilini çox gözəl danışmalısan. Bu çox gözəl missiyadır. Bir növ bizim dilimizə olan hörmətimizdir, dilimizə olan sevgimizdir, dilimizə olan dəyərimizdir ki, artıq biz bunu görməyə başlamışıq. Və ona görə də indiki gənclər nə edirlər? Daha çox natiqlik kurslarına yönəlirlər, dərs almağa çalışırlar, öz nitqlərində olan qüsurları aradan qaldırmağa çalışırlar. Və bu da hardan yaranır dostlar? Bünövrədən.
bünövrədən əgər bizim valideynlər, anamız, atamız vaxtında məsələn bu yolun bu günə gəlib çıxacağını bilsəydi, bəlkə də nitqlərinə bir çəki düzən verərdi, uşaqlarımıza yön verərdi. Və onu vurğulayım ki, mən bir dəqiqə üzr istəyirəm. Yəni bunlar qaçılmazdır. Biz indi keçmişə qayıda bilmərik. Yenə də vurğulamaq istəyirəm ki, nə yaxşı ki, indi natiqlik kursları var. Nitq təlimləri var, yönlənirik, istədiyimizi öyrənirik, əldə eləyirik. Bu çox gözəldir. Bunu peyda eləyəni, icad eləyəni, bu diksiya akademiyalarını yaradana həqiqətən çox sağ ol düşür ki, artıq bizim gənclərimiz üçün hər şey əlçatan olub. Odur ki, demək istəyirəm ki, aydın danışmaq ilk öncə ailədən gəlməlidir. Ailədə daha çox valideyn uşağa nümunə olduğu üçün aydın danışmağa üstünlük verməlidir. Bir insan üçün aydın danışmaqsa dostlar, hörmət və inam qazanmaqdır. Məsələn, gedirsiniz hansısa bir məclisdəsiz, deyirlər ki, filan yerdən qonaq gələcək, filan qurumdan qonaq olacaq və siz də gedirsiniz, oturursunuz, indi kimlərinsə söhbətinə qulaq asacaqsınız, eşidəcəksiniz onları. Və həqiqətən baxırsınız, biri var o qədər gözəl danışır, sözləri axarlı, cümlələri gözəl, ard-arda və orada çatdırdığı konkret mesajlar var ki, sizin yadınızda qalır. Amma digəri ancaq söz yığınıdır. Kəmiyyət çox, keyfiyyət sıfıra bərabərdir və onun nə danışdığını başa düşmürük. Və təbii ki, indi bu iki insanı biz müqayisə edirik. Hansı insana daha çox hörmətimiz, inamımız artar? Təbii ki, gözəl danışana, sözləri ard-arda gözəl seçənə və o danışdığı sözlərdən bizə çatdırdığı mesajlardan, o mesajlardan yadda qalan konkret sözlərdən. Yəni bizim inamımız təbii ki, bu şəxsə qarşı artacaq da. Digər şəxsi eşitmək istəməyəcəyik, qulaq asmaq istəməyəcəyik. Bəlkə də heç yadımızda qalmayacaq. Nə vaxtsa hansısa bir məclisdə onunla üz-üzə gəlsə, heç bəlkə də onu tanımayacağıq. Ona görə də aydın danışmaq dostlar hər kəsə lazımdır və aydın danışmağımızı, dürüst danışmağımızı, təmiz danışmağımızı da inkişaf elətdirməliyik. Aydın danışan insan təbii ki, fikrini də gizlədə bilməz, qarışdırmaz və nə etməz, uzatmaz. Bu zaman biz deyirik ki, Ramiz xanım, bəli, üzr istəyirəm, səsinizi kəsmirəm, buyurun, sözünüzü. buyurun, Bu barədə mən də öz fikrimi çatdırmaq istəyərdim. buyurun, eşidək. Məncə, aydın danışmaq fikirlərini, məlumatları və duyğularını qarşımızdakına daha dəqiq, başa düşülən və səliş şəkildə ifadə etmək bacarığıdır. Qısacası Bəli. desək, aydın danışmaq fikrin gücə çevrilməsidir. Aydın Qədər. danışan, təşəkkür eləyirəm. Və aydın danışarkən gözəl qızımız, sözün idarəçisi də məhz insanın özü olur. Söz insanı idarə eləmir. Artıq insan özü sözləri idarə elətdiyi üçün aydın danışan insanın söz onu idarə eləmir, belə deyək. Yaxşı, bəs aydın bəzən niyə danışa bilmirik? Sual verim sənə. Bəzi insanlar var, aydın danışa bilmir. Niyə? Onlarda hansı səbəblər üzə çıxır ki, onlar aydın danışa bilmir? Toplum qarşısında danışmaqdan qorxan insanların olurdu. Belə deyim, fobiyadır, sosial fobiya, hansı ki, cəmiyyət qarşısında Fobiya niyə yaranır? Fobiya niyə yaranır? Məncə, söz ehtiyatının azlığından, özgüvənsizlikdən meydana gəlir. Aha. Bəzən elə insanlar var ki, düzdür. Danışıq üçün söz ehtiyatı kifayət qədər olmalıdır. Və görürsünüz ki, lüğətimizə yeni-yeni sözlər də əlavə olunur. Bunları da bilmək çox önəmlidir ki, söz ehtiyatın çoxdursa daha şaxəli sən danışa bilirsən. Ancaq bəzən də beyində fikirlər tam formalaşmırsa, beyində sən nə deyəcəyini aydın şəkildə formalaşdırmamısansa, bunu sözə çevirə bilməyəcəksən. Cümlənin tələsik quracaqsan. Cümlədə tələskənlik yaranır. Əgərlərin beynində fikir formalaşmayıbsa, cümlə qurmağa tələsirsən və səsinin titrəməsi, nəfəsinin əsiri olması. İnsanda bu səbəblər var ki, aydın danışa bilmir, fikrini çatdıra bilmir. Gərginlik, auditoriyaya qarşı qorxu, bu anlarda insan danışa bilmir və bunları aradan qaldırmaq üçün müəyyən texnikalar da var. Yəqin ki, bu texnikaları da bilirsiniz. Bilirsiniz, bilmirsiniz? Əslində bilmirəm, öz üzərimdə fazla çalışıram, ona görə. Aha. Məndə də var. Xanım. Bəli. Bilmirsiniz. Siz nəfəs texnikaların keçmişsiniz. Məncə güzgü qabağında danışmaq. Necə? Məncə güzgü qabağında danışmaq. Məsələn, dərs zad falan danışanda güzgü qabağında danışmaq. Kitab oxuyanda
Cizgi qabağında danışmaq məncə də. Yaxşı, o da Ramil sonrakı etapdır. insan, Məsələn, siz aha, buyurun. insan özün içindən də gəlməlidir da bu məncə. Necə? Yəni dünyaya gələn zaman ən azından bir balaca da olsa, qalanı məsələn siz davam elətdirib öyrədib eləyə bilərsiniz. Amma Olar. Danışmaq. Səs getdi. Baxın dostlar. Ramilə Mən xanım, nə mən barədə demək istəyərdim. Bəli, buyurun. Pauza verərək danışmaq da məncə daha yaxşıdır. Bəli, Həm düzdür. düşünmək Bu da üçün qaydalarımızdan biridir. cümlələr qura Pauza bilərik. vermək, əlbəttə. Yavaş danışmaq, bu bilirsiniz nədir? Pauzadır, yavaş danışmaqdır. Beyindəki sözləri idarə eləməkdir. Parazit sözləri çıxartmaqdansa, parazit səsləri daha doğrusu, a, bu cür səsləri çıxardıb özünə vaxt qazanmaqdansa, məncə yox, daha doğrusu sakit pauza yaratmaq daha doğrudur və daha gözəl alınır. Və aydın danışmağın dostlar, belə deyim, sizin dediyinizin hər biri ilə razıyam və deyirsiniz ki, güzgü qabağında oturub oxumaq, insanın daxilindən əvvəlcədən gəlmək, bu növrədən olmalıdır. Bunların hamısına aydındır. Bunlar da olmalıdır. Ancaq bir məqamı yaddan çıxarırıq ki, biz bir əlifbanı öyrənərkən A hərfini öyrənmədən, B hərfini öyrənmədən və belə B, C öyrənib sona qədər, Z hərfinə çatana qədər öyrənmədən biz cümlə necə qura bilərik? Qura bilmərik. Və aydın danışıqda da, natiqlikdə də bu məqamlara toxunmaq lazımdır ki, biz nəfəsi idarə etmədən, artikulyasiya hərəkətləri edib, ağız aparatını işə salmadan, onu aktivləşdirmədən nə keçib güzgünün qabağında oxuya bilmərik, nə də bayaq xanım hansısa bir nəysə də dedi ki, bu cürdə eləmək. Nə dedi, unutdum. Yəni sizin o düşündüyünüz tərzləri eləmək də o qədər sizə kömək eləməyəcək. Ona görə ilk növbədə nə edirik? Nəfəsimizi tənzimləyirik, ağız aparatımızı işə salırıq, özümüzdən tam əmin oluruq, ondan sonra çıxışımızı eləyirik. Və aydın danışmağın da 3 qızıl qaydası var. İstəyirsiniz bunları, yəqin qələm, dəftər var yanınızda, qeyd eləyin. Aydın danışmağın 3 əsas qaydası. Düşün, sonra danış. Düşün, sonra danış. Ağzına gəldi, nə gəldi, danışma. Nə danışacağını bil. De, sonra düşün, yox. Düşün, sonra danış. Hətta əvvəllər mən haşiyədən biraz kənara çıxım. Balaca olanda stopum yox idi, belə deyim. Gördüyümü deyirdim. Yəni şərh eləməyi sevirdim. Dərhal deyirdim. Mamam mənə bu sözü deyirdi ki, bişir, sonra çıxart. İndi illər keçdikcə bu qarşıma çıxır ki, düşün, sonra danış. Hə, illər əvvəl mənim anamın mənə dediyi, bax bu idi Ramilə, bişir, sonra danış. İndi o məsəldən bəlkə də bu sizə kömək olar, yadınızda qalar ki, bişir, sonra çıxart. İndi düşün, sonra danış. Nə deyəcəyini düşünmədən, beynində formalaşdırmadan və onları beynində sən cümlələrə tökmədən danışmağa çalışma. 5 saniyə düşün, 5 cümlə qur. Bu da bir qayda ola bilər. İkinci qaydamız, yavaş və nəzarət et. Yavaşla və nəzarət et. Məsələn, danışırsan, tez-tez danışırsan, artıq mövzu barədə fikirlərin bitmək üzrədir. İkinci bir mövzuya keçmək istəyirsən, fikrini toplaya bilmirsən. Onda nə etməlisən? Dərhal özünü toplamaqdan ötürü yavaşla, nəzarət et, düşüncənə yönəl. Cümlələr artıq sənin üçün orada hazırdır. Üçüncü qaydamız, səsimizi idarə edirik. Səs. Əlbəttə ki, mən nə qədər gözəl sözlər də bilsəm, nə qədər söz ehtiyatım çox da olsa, səs tonumu idarə etmədən danışdığım hər hansı bir mövzu qarşıdakı insanın başa düşməyəcəyi bir mövzu olacaq. Ona görə nə edirik? Səsimizin tonunu idarə edirik. Nə çox yüksək, nə çox aşağı, nə də monoton. Deməli, bu 3 etapa diqqət edirik. Nə çox ucadan danışmırıq, nə çox aşağı tərzdə danışmırıq, nə də monoton tempdə davam eləmirik. Yəqin qarşınıza çıxıb yüksək səslə danışan insanlar necə yorucu olur. Bir müddət sonra dinləmək istəmirik onları. Yorur, beynimiz yorur. Bəlkə də o insanın öz səsi öz başına düşsə biraz yavaş danışar, amma düşmür. Artıq bu belə öyrənib.
Bəzən çox aşağı danışırlar. Eşitmirik, başa düşmürük. Dəfələrlə nə dedin deyə sualını ünvanlayırıq. Bəzən də o qədər monoton danışılır ki, yəni bir tempdə danışılır. Və İkinci onun nə qayda demək? neydi xanım? İkinci qayda neydi? Yavaş və nəzarət et. Səsi idarə et. Səsi Bir dənə idarə et. sual Bir də mən verə bilərəm. Bəli. Xanım, axşamınız xeyir. Bəs bunları həyata keçirmək üçün hansı texnikaları siz bizə verə bilərsiniz? İndi texnikalarımıza keçid alacağıq dostlar. Hı. Və səsin də mahiyyəti düzgün. Mən bir şey vurğulamaq istəyirdim bu açıq, Buyurun. aydın danışmaq barəsində. Mən özüm hal-hazırda tərcümə ixtisasında oxuyuram. Artıq bu il bitirirəm və ondan sonra magistr ixtisasımı jurnalistika sahəsi üzrə planlaşdırıram. Nə gözəl. Uğurlar. Aha. Sağ olun. Mənə elə gəlir ki, insanların açıq, aydın, rahat, qarşı tərəfdəki insanlar tərəfindən başa düşülməsini asanlaşdırmaq üçün mənə elə gəlir ki, insanların daha çox söz ehtiyatını çoxaltmalıdır. Bu söz ehtiyatını da çoxaltmaq üçün indi siz bayaq dediniz danışarkən necə deyirlər, o falan görürsüz. Adi Parazit hal-hazırda səslər. mən də bəli danışanda bəzən olur da o səslər. Mənə elə gəlir ki, insan açıq, aydın, rəvan danışmaq üçün o bədii əsərlər çox oxumalıdır. Ümumiyyətlə, bəzən insanlar arasında belə bir fikir var ki, insan bir-birini niyə başa düşmür? Mənə elə gəlir ki, insanın söz ehtiyatı tək orada rol oynamır. Onun fikirləri, bayaq siz dediniz, birinci qayda düşün, sonra danış. O ön plana keçir. Üstəlik də mən qarşımdakı insanın savadlı bir insan olduğunu hər zaman onu danışıq qaydasından anlayıram da. Çünki bəzən insanların çox hissəsi hal-hazırda media qarşısında, çünki mən medianı çox diqqətlə izləyirəm. Özüm də bir neçə medialar işlədirəm. İcazə verək təlim etsin. Ondan sonra müzakirələrə keçək. Çox xahiş edirəm. Oldu. Yox, bəlkə Aydan xanım, bəlkə ola bilər ki, gedişatımızı dəyişə bilərik. Səsləri bağlayaq istəyirsiniz. Necə eləyir? Xanım fikrini bildirsin, daha sonra xanımın sözü kəsildi, belə də olmaz. Xanım fikrini tamamlayandan sonra artıq siz danışmağa başlayarsınız. Bəli, mənə elə gəlir ki, bu söz ehtiyatını da qoyaq kənara, insan ilk növbədə orfoepik qaydalara riayət etməlidir. Çünki sözlərin düzgün deyiliş qaydası ön planda olur da. Çünki hal-hazırda mən medianı diqqətlə izləyirəm. Mediada sözlərin çox hissəsi bəzi jurnalistlərimiz tərəfindən düzgün qaydada deyilmir. Sözlər daha çox orfoqrafik qaydada deyilir. Şəxsən o Kimin nümunə göstərə bilərsiniz? Kimin nümunə göstərə bilərsiniz? Daha çox mən xəbər aparıcılarına heç bir söz deyə bilmərəm. Çünki xəbər aparıcıları həqiqətən də fikirlərini mükəmməl şəkildə çatdıranlardır. Özdə onlar sözlərin idarə edilməsinə, səs tonlarının idarə edilməsinə o qədər mükəmməl şəkildə riayət edirlər ki, mən bunlara daha çox necə deyirlər, hava proqnozunu idarə edənlər var. Hava proqnozunu xəbər verirlər televizorda. O qədər bəzən o başlanğıc hissəni sürətli şəkildə deyirlər ki, qarşı tərəf bəzən onu anlamır. Hətta sözləri orfoqrafik qaydada deyirlər. Bəzən baxıram, məsələn, jurnalist efirdə deyir, məsələn, mən onun yerimdə deyirəm ki, bu formada deyilməməli idi, bu formada deyilməli idi də. Mənə elə gəlir ki, hal-hazırda bəli, sözlərin deyiliş qaydaları məsələn yaxşı deyilsə, məncə insanlar tərəfindən açıq, aydın, rahat başa düşülər. Bir də siz dediniz, bayaqları qeyd elədiniz, o bəzi sözlər hər kəs tərəfindən anlaşılmır da. Məsələn, o terminlər yığmaqlarının cümlələrimizdən, nitqimizdə istifadə edilməsi və yaxud da o dialekt sözlərdən və s. və s. Fikrim bu qədər idi. Çox sağ olun. Təşəkkür eləyirəm, minnətdaram. Sənin yaxşıdır ki, izləyirsən. Baxıram ki, marağın da o yöndədir, o baxımdan izləyirsən, əcəb eləyirsən. Amma bir şeyi unudursan ki, hava proqnozunun öz sferası var, öz dəsti xətti var. Ola bilər ki, onlar o cür danışırlar. Sən həm izləmisənsə dəqiq bilirsən ki, hava proqnozunda aparıcı həm deyir, həm də kənarda slayd formasında orada görsənir. Və orada iki faktor var. Həm səs, həm baxış. O baxımdan orada sürət tembri qəbul ediləndir.
Ancaq xəbər aparıcıları təbii ki, bəzi xəbər aparıcıları var ki, çox sürətlə danışırlar və elə bilirlər ki, bu sürətlə danışmaq onları daha professional, daha savadlı göstərir. Amma bu belə deyil. Sən sürətlə danışırsan və səni orada auditoriyan müxtəlifdir. Yaşlısı da var, orta yaşlısı da var, az yaşlısı da var. Bir çox təbəqədən səni insanlar izləyir, dinləyir. Elə insanlar var ki, yaşlıdır, gözü görmür məsələn, heç səni orada görmür, ancaq sənin səs vasitəsilə orada səni səsənə qulaq asır. Ona görə də sən orada elə çatdırmalısan ki, sənin orada professionallığın ki, ay mən yaxşı bilirəm, çox söz bilirəm və sürətli şəkildə oxuyuram, bu önə çıxmalı deyil. Sənin mesajı düzgün çatdırmağın önəmlidir. Sən onu önə çıxartmalısan. Sən əgər onu bacarırsansa, deməli sən əsl aparıcısan. Sürət yaxşı aparıcılıq demək deyil. Amma yenə də havada onu tutmusan, lap gözəl. Havada yenə də vurğulamaq istəyirəm, təkrarçılıq olmasın ki, yəni hava proqnozunda həm baxışdır, həm də səsdir. Ona görə orada sürət qəbul ediləndir. Sən hansı sahə üzrə getmək istəyirsən? Mən özüm bayaq dediyim kimi jurnalistika sahəsi çox marağım var. Yüksək səviyyədə, hətta uşaqlıqdandır da bu maraq məndə. Jurnalistikada yəni xəbər yönümlü, yoxsa başqa şou proqram falan, müəllif proqramları? Televiziya və radio sahəsini sevirəm. Bir də xəbər aparıcılığına belə önəm verirəm. Çünki mənim diqqətimi çox çəkir bu iki sahə. Ümid edirəm ki, inşallah davamlar. Uğurlar. Əla, uğurlar. Hə, belə, harada qalmışdıq dostlar? 3 qızıl qaydamızı dedik. Və onu da vurğulayım ki, əgər bizim daxilimiz qarışıqdırsa, istər söz baxımından, istər fikir baxımından, istər mövzular baxımından, o mütləq şəkildə xaricə yansıyacaq. Belə bir məsəl də var, deyirlər ki, buna bax, o qədər gözəldir ki, bunun daxili xaricinə vurub, üzünə yansıyıb. Bəzən siması gözəl, nurlu insanlar görəndə belə bir ifadələr işlədirik. Yəqin ki, eşitməmiş olmazsınız. Deyirik, bunun daxili o qədər gözəldir ki, zalım palasının xaricinə yansıyıb. İndi də bizim əgər daxilimiz qarışıqdırsa, bizim bu mütləq şəkildə xaricimizə, nitqimizə yansıyacaq. Ona görə nə edirik? Əvvəlcə daxilimizi təmizləyirik, silkələyirik və bu daxilimizi təmizləmək üçün burada bizim səbirsizlənən iştirakçılarımız var. Bu texnikaları öyrənmək istəyirlər. Əvvəlcə sadə, qısa və seçilmiş sözlərlə danışmağa üstünlük veririk. Niyə? Çünki insan uzun, dolaşıq cümlələr deyil, təmiz və konkret mesajı yadda saxlayır. Və biz bugün tək aydın danışmaqdan deyil, qarşımızdakının da anlaşılmasını danışırıq. Yəni, biz aydın danışırıq, qarşımızdakı da bizi anlamalıdır. Nə üçün? Çünki, necə deyək, boş-boşuna danışmış olmayaq. Ona görə də nə edirik? Uzun deyil, dolaşıq cümlələr deyil, qısa, təmiz və konkret mesaj ötürən cümlələr seçirik, qarşımızdakı ilə söhbət aparırıq. Belə deyək, dostlar. Yoxsa yox? Bəli. Sual vermək olar, yoxsa yox? Buyurun. Bəs hərbiçilər düzgün, səlis danışmasa, hansı mənfi nəticələrlə üzləşə bilərik? Hərbçilər düzgün, səlis danışmasa. Hərbçi neynir? Əskər yetişdirir də, düzdür? Vətənə xidmət edən əskərlərə təlim, tərbiyə, necə deyim, dərs keçir. Əslində, hərbçilərin hamısının vəzifəsi ondan ibarət deyil. Siz əskərlikdə olmusunuz da, düzdür? Bəli. Olmusunuz deyə yəqin ona görə sual verirsiniz. Orada sizə dərs keçənlər ayrı olur, məşq keçənlər, idman yəqin ki, belədir də, ayrı-ayrı olur. Özüm hal-hazırda hərbiçiyəm, ona görə sual verdim. Hərbçisiz. Yaxşı, siz əskərə nə öyrədirsiniz? İxtisas baxımından dərs deyirsiniz, yoxsa Naxçıvanda hərbidə, yoxsa? Xeyr. Başqa yerdə. Naxçıvanda Olar mən öz fikrimi deyim? Bəli. Mənə elə gəlir ki, hərbiçi səs tonuna, fasiləyə, bir də yox, mən ondan razı deyiləm. Bəlkə də hərbidir deyə. Yox, mən ondan razı deyiləm. Əgərlərim hamımız mənlə razılaşarsınız ki, hərbiçi ancaq qışqırır, belə deyim. Yüksək tondan danışır. Qışqırmaq önəmli deyil də. Komanda verir. Əgər bəzən hərbçilər səs tonuna mülayimlik qatsa, bir əskər ona tabe olmaz. Ona görə mən də onu qeyd edirəm də.
Müəllimə, Aha. bəs mən də onu qeyd eləyirəm də. Mən də deyirəm ki, hərbiçi səs tonuna fikir verməlidir ki, verdiyi komandaya qarşısındakı yəni cavab versin, yəni ona riayət eləsin. Bəs hərbiçinin səs tonu mənim səs tonumdan yəqin ki, fərqlənməlidir. O Rabitəli zaten qısa nitqli elədir. Yox, olmalıdır. o zaten elədir. Hərbçilərin məncə Ramilə bəli. xanım, çox üzr istəyirəm. Gedişatı bəziləri pozur deyə mən bütün səsləri bağlayıram, ancaq sizin səsiniz açıq qalır. Olar elə, siz öz fikrinizi tamamlayın, sonda sual versinlər. Aha, yaxşı. Onda keçək biz təlim texnikamıza. Amma mənə burada Bəli, səslər zəhmət lazım olmasa. olacaq. Mən qısaca tapşırıq verəcəm. Onlar mənim tapşırığımı yerinə yetirsələr, mənim dediklərimi başa düşmür. Yaza bilərlər çata yaza bilərlər. Yox, danışacaqlar. Hərəsinə 2 dəqiqə vaxt ayıracaq. Çünki siz fikrinizi tamamlaya bilmirsiniz, ona görə deyirəm. O Aha. zaman hər kəsdən xahiş edirəm, təlimçiyə mane olmayaq, sona kimi diqqətlə qulaq asaq, biraz empati hissimiz olsun və sonda nə zaman təlimçi istəsə, o zaman danışa bilərsiniz. Çox üzrlü sayın. Sözünüzü böldüm. Yaxşı, buyuraq onda. Səs tonundan dedik, harda bitdi söhbətimiz. Biraz hərbçi mövzuları da. Nəysə, ona mən qayıdacağam. Yenidən sualı verərsiniz siz sonda. Oldu. Səs açıq imiş. Deməli belə dostlar. Biz əvvəlcə mən sizə dedim ki, A hərfini öyrənmədən, ümumiyyətlə əlifbanın başlanğıcdakı hərfləri öyrənmədən biz sözlər qura bilmərik. İndi müəyyən bir texnikalar var ki, biz bunları tətbiq eləyək. Ondan sonra sizə mən sual verəcəm və ya tapşırıq verəcəm. Siz orada aydın mənə o tapşırığımı yerinə yetirməlisiniz. Özünüzə ifadə formasını aydın şəkildə qaytarmalısınız. Bu texnika nədir? Mən sizin burada çoxunuzu görmürəm. Bu texnika nədir? Amma siz yəqin ki, hər biriniz məni görürsünüz. Düzdür? Görürsünüz və nəfəslə başlayırıq. Nəfəsi yəqin düzgün alıb vermə qaydalarını bilirsiniz də. Düzdür? Mənə bir açın cavab verin, mən əmin olum. Bununla bağlı istəyirəm ki, məsələn, Diafraqmadan nəfəs alırıq da. Yəni biz sinədən deyil, qarın boşluğu ilə. Çünki bizim ağciyərlərimiz dolmalıdır oksigenlə ki, tamamilə özümüzü rahat hiss eləyək. İndi biz 4 saniyə nəfəs alacağıq. 4 saniyə həmin nəfəsimizi saxlayırıq. 6 saniyə nəfəsimizi ötürürük. Bir də təkrar edirəm. 4 saniyə alırıq, hələ heç kim almır. 4 saniyə bu nəfəsi saxlayırıq, sonra 6 saniyə bu nəfəsi ötürürük. Başlayırıq. Mən əlimi tutmuşam belə və özünüz də hamınız bu formada eləyin, sayaraq qaldırın əllərinizi, sonra bağlayırıq nəfəsi saxlamaqla, sonra 6 saniyəyə nəfəsi buraxırıq. Aydın oldu, getdik. 1, 2, 3. 4 saniyə saxlayırıq. 6 saniyə ötürürük. Bunu da qaldırdım, səhv elədim. Edə bildik, yoxsa yox? edə bildik. Alındı. Bəli. Aha, çox gözəl. Bu nəfəsimiz. Yəni, məni anlatmadınız ki, həqiqətən də diafraqmadan nəfəs alındı, sinə ilə heç kim nəfəs almadı. Mən sizə inanıram. Nəfəs niyə önəmlidir? Bax, bütün bu gərginliyi aradan qaldırır. Bütün gərginliyi aradan qaldırmağın sirri məhz düzgün nəfəsdir. İndi sadəcə vaxta görə mən 4 saniyə dedim, amma bunu daha uzun eləsəz, bu sizin üçün daha yaxşıdır. Yəni, xeyrinizədir. Çalışın ümumiyyətlə hər gün, hər səhər, evdən çıxmazdan əvvəl hamı işə gedir də, ünsiyyətdə olur, danışır, işi barədə danışır, məsələn, müəyyən bir dostu ilə söhbətdə falan, nəysə, bu nəfəs məşqlərini mütləq şəkildə eləyin, çünki vərdiş alsın. Diafraqmadan nəfəs alın, sinədən nəfəs almağı tamamilə unudun. Ondan sonra görərsiniz ki, bunun tibbi sahədən də sizin sağlamlığınız üçün nə qədər önəmi var. Bu yerində. İkinci, gəlirik. Biz müəyyən sözlər seçirik ki, bunları tez-tez təkrar eləyirik. Qapı, capı, yaxşı, yaşı, bir. Bu sözləri təkrar eləyirsiniz. Sakit, hamının səsi bağlıdır, özü ucadan bunu təkrar eləyir. Qapı, capı, yaxşı, yaşı, bir. Burada bunu hiss eləyin. 1. 3 dəfə həmin sözləri təkrar eləyin. Bitirdik yəqin. Bəli, Bitdi. Biz bunu qutarandan sonra dostlar, istəyirsiniz mən bir də sizə deyərəm, onları orada qeyd eləyərsiniz özünüz üçün.
Üçüncü etapa keçirik. Bəzən danışarkən fikir vermisinizsə, sonor samitlər bizdə dolaşıqlıq yaradır. Sonor samitlər hansıdır? L, M, N, R. Bu samitlər dilimizdə dolaşıqlıq yaradır və biz o sözü tələffüz eləyərkən dolaşırıq. Saxlanılanlar. Bu söz çox vaxt insanlarda dolaşıq ya, saxlanılan, bilmirəm indi olur, olmur çoxunda, ancaq mənim ən çox rast gəldiyim və sual olunan da budur. Ona görə də sonor samitlərdən biri L samiti ilə bağlı hecalar. La, le, li, lo, lu. La, le, li, lo, lu. Təkrar eləyin. Hərəviz 3 dəfə. La, le, li, lo, lu. La, le, li, lo, lu. Yəqin ki, bitirdik. Keçirik. Əla. Q-ğ-r samitləri. Q-ğ-r. Cingiltili samitlər əsasən bizdə bəzən problemlər yaratdığı üçün bunlara üstünlük verirəm. Qalın qar yağır. Qalın. Və sizdən çox xahiş edirəm ki, dostlar, bunu sadəcə deməyin orada. Yəqin ki, uca səslə deyin və hərflərin haqqını verin. Artikulyasiya işləsin deyə. Mənim məqsədim odur ki, sizdə artikulyasiya aparatı işə düşsün. Qalın qar yağır. Qalın qar yağır. Qalın qar yağır. Yəqin ki, tamamdır. Və bir də sizdən nə istəyəcəm? Bu masaj hərəkətləri çoxdur artikulyasiyanı işə salmaq üçün. Mən ancaq birini istəyirəm. Ən azı bir 5-10 saniyə hamı özü üçün bu yanaqlarını yaxşı şəkildə oyatsın. Bir 10 saniyə. Müəllim xanım, bu yəqin ki, ağız boşluğumuzun hərəkətə keçməsi üçündür, eləmi? Artikulyasiya aparatımızın işə düşməsi üçündür, bəli. Aha. Çünki nəfəsi tənzimləmədən, nəfəsi oyatmadan, artikulyasiya aparatını işə başlamadan sən çıxışa hazır ola bilməzsən. Məsələn, səhər-səhər yuxudan duranda görsən, yorğun, arğın olur insan, danışa da bilmir, sözlərini bəlkə də düzgün ifadə edə bilmir, səs tonunda da problem olur. Getdikcə, danışdıqca, işlədikcə, bütün bu bizim aparatlarımız işlədikcə artıq özümüzü rahat hiss eləyirik. İndi də mən sizə praktiki bir dənə tapşırıq verəcəm, ona görə sizi hazırlayıram. Əsas məqsədim budur. Aydın oldu. Bir də 3 rəqəmimiz var. 1, 2, 3. 1, 2, 3. Bunu da dəfələrlə təkrar edirik. Bir də UI saytlərinin tələffüzünü yəqin ki, bilirsiniz. Mənim üçün ən praktik olanı budur. Məsələn, elə bir məclisdir ki, qəflətən söz verilir və sən özü buna hazırlanmalısan. Bilmirsən, nə edəsən? Sakit formada bu məşqləri öz üzərində eləyə bilərsən. Qızlarımız kosmetikada olur, bu masaj hərəkətlərini yəqin ki, istifadə eləyə bilməzlər və yaxud da ağzımızı eybəcər göstərən bir hərəkətləri eləyə bilmərik. Ona görə sakit şəkildə özümüz üçün eləyib özümüzü hazırlaya bilərik və yaxud başqa bir yer tapırıqsa daha yaxşı şəkildə özümüzü hazırlaya bilərik. Amma yox, qəflətən çıxış üçün bizə söz verilibsə, özümüzü neyniyək? Tez bazar hazırlamalıyıq. Yəqin bu məşqlər olundu və sizə də aydın oldu. Sonradan qeyd apararsınız əgər istəsəniz özünüz üçün, başqa vaxt istifadə eləmək üçün. İndi dostlar, sizə bir tapşırıq verəcəm. Görüm özünüzü necə ifadə eləyirsiniz və aydın şəkildə. Desəm ki, hamı özünü təqdim eləsin, bu asan olar. Amma yenə də təqdimat forması istəyəcəm, amma tam fərqli. Biz burada çoxuq, düzdür Aydan xanım? Bəli, bəli. 237 nəfərik hələ ki. Eybi yoxdur. Bir neçəsi danışar və sonra o birisilər ona fikrini bildirər, bu cür müzakirə apararıq. Elə xəyal... Bəli? Yəni özümüzü tanıtım kimisindən edəcək də, bəli? Özünüzü necə tanıdacaqsınız? Mənim sizdən istədiyim budur. Aha. Asan, anlaşılan cümlələrlə xəyal eləyirsiniz ki, siz elə bir şəxsiz ki, Azərbaycanda yaşamırsınız, xəyallarınızın üstündə olan bir ölkədəsiz, özünüzü tam şəkildə necə görmək istəyirsiniz? Necə bir şəxsiyyət kimi, necə inkişaf etmiş şəxsiyyət kimi görmək istəyirsiniz? Nələriniz var? Nələrə nail olmusunuz? Siz hardasınız?
Sanki süni intellektsiz. Özünüzü elə təqdim edin. Aydın oldu sizə. Bəli. Neçə deyim mən 5 cümlə vermək istəyərdim, amma 5-dən çox da ola bilər. 5-10 arası cümlə ilə özünüzü bu formada mənə təqdim edin. Və kim daha cürətlidir, kim istəyər ki, özünü təqdim eləsin və mən hazıram dedisə, buyura bilər. Mən hazıram xanım. müəlliməm. Aha. Nə gözəl. Olar mən təqdim edeyim ilk öncə. Vaxta ehtiyac yoxdursa, buyurun. Mən Mirgəy Sədə Rüqayyə, Masallı rayon Gültəpə kəndində anadan olmuşam. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında məktəbəqədər ixtisasının 2-ci sərhisinin tələbəsiyəm. Və öz fəaliyyətimi yüksək dəyərləndirmək üçün müxtəlif tədbirlərə qoşuluram, tədbirlərə iştirak edirəm və buradan da müxtəlif sertifikatlar, müxtəlif necə deyərlər, fəxri fərmanlar əldə edib qazanıram. Mənim fəaliyyətim özümə görə çox gözəldir, çox yaxşıdır. Çünki öz diksiyamı yaxşı mənada formalaşdırmaq istəyirəm. Eyni zamanda xaricdə təhsil almaq fikrim də var və bununla bağlı müxtəlif lüğətlərdən istifadə edirəm. Ən çox Fransa dilinə təbii ki də marağım var. Parisə daha çox marağım var. Uşaqlıqdan bəri istər çizgi filmlər olsun, istər kinolar olsun, diqqətimi çox çəkir və bu mövqedə də istəyirəm ki, irəli gedəm. Aha. Sən arzularından danışdın. Mən amma dedim ki, sən artıq ordasan. Ramilə xanım, icazənizlə başlayım mən. Bir dəqiqə qoy xanımla danışım. Yəni sən artıq ordasan, sən busan. Nə istəyirəm, nə edirəm, yox. Yəni bu formada tam şəkildə özünə tam əmin olaraq, güvənərək belə bir təqdimat istədim. Yaxşı. Yenə də çox gözəl idi. Allah arzularınıza çatdırsın. Çox gözəl. Amma bir şey vurğulayım, qoy mən xanımın səhvlərini deyim. Nədən ibarətdir? Siz nə gördünüz? Yaxşı. Bu xanım kim idi? Başı bağlı xanımımız. Biraz aktivdir. Kim özü də? Zəhra xanım, dinlədiniz bizim masaldan olan xanımı? Yaxşı, siz orada nə səhvlər gördünüz? Məncə xanımın səhvləri çox tez danışmağından ibarət idi. Səhv bunu gördüm. Başqa səhv tuta bilmədim. Və səhv danışmağı onun aydın danışmağına nəyinə mane oldu? Bəli, bilirsiniz necə insan bərk danışdığı zaman tez danışması da, hə. Tez danışdığı zaman qarşıdakı tərəf onu dinləmək istəmir. Eyni zamanda sıxılır, sözünü bitirməsini gözləyir. Çox da dinləndim. Dinləmək istəmir, sıxılır. Aha. Yaxşı, mən əlavələr də eləyim. Bax, orada nəfəsi mən tutdum. Təngi nəfəsliyin yaratdı. Başqa bir fikrinə keçməmişdən pauza vermədi. Ən azından pauza versəydi, neyniyərdi? Fikrini daha dəqiq formalaşdıra bilərdi, toplaya bilərdi. Aydındır. Əla, uğurlar. Sağ olun. Buyurun Zəhra xanım. Aha, başlaya bilərəm. Buyur. Beləcə həyatımın indi olmuş kimi danışmağa başlayacağım. Mən Zəhra Ömərzadə, hal-hazırda 25 yaşım var və keçmiş zamanlarda illər öncə qurduğum xəyalımı bugünkü gündə reallaşdırmışam. Mən öz tədris mərkəzimin direktoruyam və mənim tədris mərkəzində 120 müəllim dərs tədris edir və mənim 200 minə yaxın tələbəm var. Bu tədris mərkəzində rus, ingilis və digər xarici dilləri tədris edirik. Hal-hazırda Almaniyada yaşayıram və mən bizneslə məşğul oluram. Hansı ki, illər öncə buna kiçik xırda əşyaların satılmasına başlamışam. Hal-hazırda daşınmaz əmlak və maşın alqı-satqısı ilə məşğulam. Bu qədər. Allah, çox gözəl, nə yaxşı. Hər kəsin xəyalları gözəl imiş. Artıq Zəhra xanımımız Almaniyadadır, amma Almaniyaya gedib yüksək vəzifələrə sahib olmasına baxmayaraq, hələ də nitqində parazitlərə və tələskənliyə yol verir. Başqa kim hazırdır? Salam. Salam. Mən danışım. Bəli, buyurun. Təqdim edin özünüzü. Mən Aysel Həsənova, artıq 30 yaşındayım. Yəni gələcək həyatım haqqında danışıram ilk öncə. 30 yaşındayam və Parisdə yaşayıram. İllər əvvəl xəyalını qurduğum kursu artıq açmışam və filialları o qədər inkişaf etdirmişəm ki, xaricə də açılıb. İndi də Parisdə yaşayıram və işə getməzdən əvvəl indi kafedə oturdum, kofemi içdim və sonra da işə yola düşdüm. Yol gedəndə də düşünürdüm ki, illər əvvəl mən bunun xəyalını qururdum və indi bunu yaşayıram. Nə gözəl. Yaxşı, bəs mənə aydın olmadı ki, sizin açdığınız kurs nə üzrə fəaliyyət göstərir? Dil üzrə. Dil üzrə. Aydındır. Hansı dillər fəaliyyət göstərir orada? Fransız dili,
İspan dili, Mhm. İngilis dili. Əla. Uğurlar. Başqa kim danışar? Yaxşı, sən özün öz danışığında səhvini gördünmü? Belə deyim. Bəli, Nə mən də gördün? biraz danışanda həyəcan basanda istər-istəməz məndə təngə nəfəslik yaranır. Bu da mənim danışığıma mane olur. Bəli, bəli. Həyəcan bizim nitqimizin və səsimizin düşmənidir, dostlar. Bəli. Mən də vurğulayıram ki, bu həyəcanı aradan qaldırmaq üçün nəfəsi biz düzənləməliyik. Nəfəs diafraqmadan, necə deyim, buralarımıza, sinəmizə, bu hissəmizə, hər yerimizə ağrı girənə qədər biz nəfəs almalıyıq. Bax, mən sizə nə deyim? Artikulyasiya məşqləri eləyərkən siz fikir vermisiniz ki, çənədə ağrı olur, ağız boşluğu, dişlər sıxılır, ağrılar baş verir. Heç bu ilə rastlaşmısınız yoxsa yox? Bəli. Hə? Rastlaşmısınız. Çünki niyə? Aktiv deyil, passivdir. Və siz ta ki o qədər məşq eləməlisiniz ki, artıq ağrı hiss eləməyəsiniz. Nəfəs alanda bir 3-4 dəfə nəfəsi alırsan, dərindən verirsən, baş gicəllənir. Sanki özünüzdən gedirsiniz. Bu cür hallar yaşanırmı? Bəli, ən çox da məsələn mən müəlliməm, auditoriya qarşısında olanda, danışanda sanki çox sıxılıram. Həyəcan gələndə sanki həmin an danışacağım mövzunu yekunlaşdırıb işi bitirmək istəyirəm. Aha, çünki siz nəfəslə özünüzü, necə deyim, nəfəsi düzgün almamısınız özünüzü. Mən Aydan xanım bir söz soruşum. Yəni yaxşı, sonra sizə yazaram. Mən də deyim. Bəli, buyurun. Salam, necəsiz? Mən Qazaxstanda yaşayıram, Qazaxda doğulmuşam. 22 yaşım var, Gəncə Dövlət Universitetində. Mən təzə vaxtımdan da universitet vaxtıda dərs danışanda həmişə səsim titrəyib. Bunu bilmirəm nədən olub. Ancaq danışıb qutarandan sonra özümdə biraz yorğunluq deyirəm, dilim titrəyib. Belə nəsə özüm qəribə etdim. Nəsə danışmağa hazır olam, universitet vaxtı dərs danışmağa çıxırdım, özüm hazır deyildim. Ora çıxanda tribunun qabağında səsim titrəyir. Bir də kiminləsə ünsiyyətə girəndə istər-istəməz özümdə belə həyəcan gəlir. Səsim titrəyir, özümü biraz itirirəm ki, görəsən bu mən nə dedim, sözüm yadımdan çıxır. Sonra sözü yadıma salanda yadıma sala bilmirəm. Bir dəfə həmin hissin içinə girirəm, özümü elə bir hissə qapılan kimi istəyirəm. Səsim titrəyir, sonra yorğun olan, halsız olan. Mən sizə dediyim, dostlar, həyəcandır, səsin titrəməsidir, hamısı, yox, burada mesajlar gəlir, ona baxırdım. Nəfəsi düzgün alıb verməməyimizdən irəli gəlir. Həyəcan nə olur, ancaq bir müddətdən sonra öz-özünə gedir. Həyəcan birinci növbədə məsuliyyətdir. Mən bunu da vurğulayım. Yəni siz deməyin ki, bizdə həyəcan heç olmasın, qətiyyən olmasın. Həyəcanın olması bir növ şirinlikdir, bir növ məsuliyyətdir. Bu olmalıdır, amma müəyyən bir etapa qədər. Yəni mən çıxış sonuna qədər həyəcanlı olum, özümü itirim, nə deyəcəyimi bilməyim. Bu da doğru düzgün deyil ha dostlar. Ona görə nəfəsi mütləq şəkildə nəfəsin hamı nizamlasın, hamı tənzimləsin. Düzgün nəfəs alıb verəndən sonra görəcəksiniz ki, bu həyəcan da geridə qaldı, sözlərin dolaşması da, bəli. Bir də o vaxt mən həmişə kiminləsə söhbət eləyəndə ya da dərs danışanda öz-özümə üzüm də əsən kimi olur, titrəyib belə qəribə hallar olur. Bir cür hiss eləyirəm ki, bu nəsə həyəcanın səbəbidir. Müəllimə sizsiniz, bu danışandır, yoxsa? Müəyyən, bu il bitirmişəm. Dərs deyən zamanda bu olur sizdə? Dərs deməmişəm, ancaq dərs danışanda kiminləsə söhbətə girəndə olur. Burada kimdir? Rahat, səlis danışır, lakin fikrini çatdıra bilmir. Kimdən söhbət gedir? Həyəcanlı olmasını, Yaxşı, burada bir bəy var, o da danışmaq istəyirdi. Buyurun. Danışım xanım. Aha, buyurun, eşidirik sizi. Əvvəla hamını salamlayıram, hər birinizin axşamı xeyir. Və bayaqki sualınızı izah edeyim, yoxsa yox? Tapşırığa hazırsan, onunla bağlı danış. Görək, siz hardasınız, fikriniz nədir, hansı işlə məşğulsuz? Bunu zəhmət olmasa 6 cümlə ilə. 6 cümlə ilə izah edəydim. Deməli, 3 il əvvəl viza ilə İtaliya şəhərinə gəlmişəm. İtaliya dövlətinin Roma şəhərinə gəlmişəm. Sonra isə burada özümü inkişaf elətdirmək üçün, yəni iş biznesini böyütmək üçün
üzümçülük sahəsinə üz tutdum. Sonra dedim ki, daha da sahəmi böyütməliyəm. Üzümçülüyün bir qolu olan şərabçılıq zavodunu açmışam. Elə işimi bitirib kofe şopa gedib kofe içəndə elə Azərbaycanlı dostlarım dedi, belə bir təlim var. Mən dedim ki, dostlar bu gün də buradayım. Nə gözəl. Buradan bütün Azərbaycanlı dostlara salam göndəririk. Əla. Mənim diqqətimi çəkən dostlar hamınızın kofe içməyidir. Və kofe də bir oliqarxlıq göstəricisidir deyə düşünürəm. Ona görə və belə yanaşmaq istəyirəm ki, hamı işini çox gözəl şəkildə qurub, hamı iş sahibidir. Artıq rahat şəkildə neynir? Dostları ilə, tanışları ilə bir kofe şopda əyləşib kofe içir, ötən günlərin çətinliyindən danışır. Siz haralısınız? Şamaxı rayonu. Şamaxı, hə. Olar mən danışım. Buyurun. Öncəliklə hər kəsə salam. Mən Elmir Şamiloğlu, Şamiloğlu turizm şirkətinin sahibiyəm. Bunu açmağımın səbəbi insanlarla işləməyi sevirəm, insanlarla işləməyi və ən əsas səbəbi insanların içində olmağı daha çox sevirəm və istəyirəm ki, fəaliyyətimi davam edeyim, genişləndirim. Azərbaycanda bir çox şirkətlərin əməkdaşlıq edeyim və şirkətim böyüsün, öz fəaliyyətim genişlənsin və insanlar üçün nəsə bir şeyə, belə deyim ki, sahib olum. Yəni, yardım olaraq. Aha. Çox gözəl, uğurlar, əla. Dostlar. Mən danışa bilərəm. Axşamınız xeyir olsun. Buyurun. Deməli, mən Xəlilova Həmidə, artıq psixoloqam. Gələcək fəaliyyətim haqqında məlumat verəcəm. İxtisasım təhsildə sosial psixoloji xidmətdir və uşaq və yeniyetmələrlə işləyən bir psixoloqam. Öz sahəmi genişləndirmək üçün müxtəlif konfranslara, təlimlərdə iştirak edirəm. Artıq öz mərkəzimi açmışam və bu mərkəzdə fəaliyyət göstərirəm. Həmçinin də yəni tələbələrim var, dərslər keçirəm. Yəni belə. Əla, çox gözəl. Uğurlar. Amma dostlar, belə deyil. Mən də danışsam olar. Sən əvvəl danışan xanımın özünü ifadə etmə tərzinə fikir bildir. Mən də dedim. Hə. Dinlədin xanımı? Yox. Psixoloq xanımı idi, danışdı. Onun arzuları nə? Arzular deyəndə daha doğrusu hardaydı? Nə işlə? Olar ki, xanım izah edeyim. Buyur. Biz indi burada danışığındakı nöqsanları tuturuq, yoxsa fikrin bildirir, necə? Aydın şəkildə danışdımı? Onun danışığı sizi qane etdimi? Xeyr, xanım. Yaxşı, hansı qüsurlarla rastlaşdınız? Həm elə belə deyək də, hər bir insanın incə səsi deyilən bir anlayış var da, qarşı tərəfi başa düşüb, qarşı tərəfdəki insana fikrimizi çatdırmaq söhbəti var da. Yəni istərsəməz xanımın danışdığına fikir verdim. Həm səsində belə elə deyək ki, nəsə çənəsinə güc vermir də, belə deyək də, danışıqlarına istifadə edir, hərfindən güc vermir. Ağız aparatını işlətmir. Aha. Olmaq istəmir də yəqin ki. Yaxşı, o xanım vurğuladı ki, psixoloqdur. Siz məsələn, indi sağlam insanlar da hamısı psixoloqa gedir. Psixoloqa getməyə qərar vermisiniz və araşdırırsınız. Hər bir psixoloqla sosial şəbəkədə tanış olursunuz, onların keçdiyi seansları, videoları izləyirsiniz və bu xanım da qarşınıza çıxır. Siz bir pasiyent olaraq bu psixoloqa müraciət edərdiniz, yoxsa yox? İndiki vəziyyətdə xeyr. İndiki vəziyyətdə xeyr. Bax, dostlar, əsas məsələ də bundan ibarətdir. Biz hansı peşənin sahibi oluruqsa olaq, özümüzü təqdim etmək üçün danışığımızı, nitqimizi düzəltməliyik. Nitqimizdə olan qüsurları tam şəkildə aradan qaldırmalıyıq. Və praktikalar, praktikada nədən ibarətdir? Praktika bir dəqiqə ilə olmur, bir saatla olmur. Praktikada bu təlim zamanı, webinar zamanı verilən məsləhətlər, necə deyim, sizlə danışdıqlarımız sizə aydın olur, düzdür. Ancaq webinar bitəndən sonra siz bunları eləmirsinizsə, siz heç bir nəticə görməyəcəksiniz. Başa düşdünüz? Bu hərəkətlər olmursa, siz nəticə görməyəcəksiniz. Ona görə insan
üzərində daha çox çalışmalıdır. Məşqləri müntəzəm şəkildə eləməlidir. Bayaq mən vurğuladım. Artikulyasiya hərəkətlərini siz o qədər eləməlisiniz ki, ta sizin ağız aparatınız ağrımayana qədər artıq öyrənir. Başa düşdünüz və vərdiş halına düşür. Nəfəsi o qədər, diafraqmadan o qədər gündəlik şəkildə almalısınız ki, artıq öyrənməlisiniz. Siz normal bir vəziyyətdə belə artıq nəfəs alanda hiss eləyəcəksiniz ki, siz sinədən nəfəs almırsınız. Siz qarın boşluğundadır nəfəs. Başa düşürsünüz? Bəli. Burada icazə vermirlər öz fikrini demək. Mən sadəcə bir kömək məqsədi ilə bəlkə mənim də fikrim nəsə bir işə yarayar. Deməli, nəfəsi düzgün diafraqmadan almaq üçün birinci təzə başlayan insanlar uzanaraq alsa daha asan da olur. Bir də məsələn təsəvvür eləyin ki, siz gülü iyləyirsiniz, şamı üfürürsünüz. Gülü iyləyirsiniz, 4 saniyə saxlayırsınız, sayırsınız və şamı üfləyən kimi sinə qalxmadan qarını şişirdərək və şamı üfürər kimi də, yəni elə bil ki, şam üfürürsən. Belə daha asan da olur. Bəlkə onu dedim ki, kiməsə kömək ola bilər. Təşəkkür edirik. O da düzdür. Çünki məsələn müəyyən bir konkret qayda deyil ki, sən durmalısan və əlin qarnına qoy, bu cür nəfəs al ver. Bu müəyyən bir sərt şəkildə tətbiq olunan qayda deyil. Bəli, bizim qaydamız daha rahatdır. Bizim qaydamız ondan ibarətdir ki, ay insan, ay şəxs, sən diafraqmadan nəfəs almağı öyrən. Necə öyrənirsən, necə bacarırsan, artıq bu sənin öz işindir. Bu sənin öz qabiliyyətindir. Düzgün qayda budur. Əlini qoy, bir əlini sinənin üstə, bir əlini qarnının üstə və nəfəs al, gör sən hardan alıb verirsən. Və tənzimlə özünü. Görürsən alınmır, istəyirsən uzan elə, istəyirsən qarnına kitab qoy, istəyirsən gülü iynə, bu xanımın dediyi metodlardan. O qədər metodlar var ki, girin YouTube-dan baxın, oradan öyrənin. Sizə hansı variant düzgündürsə, ondan istifadə edin. Başa düşürsünüz? Amma və lakin istifadə eləyin və düzgün nəfəs almanı öyrənin. Sonra da keçin artikulyasiya. O hərəkətləri eləyib ağız aparatını tam çalışdırandan sonra aydın danışmaq, sözləri düzgün tələffüz eləmək istər-istəməz öz başından gələcək. Salam, olar sizə bir sual verim? Buyur. Məndə problem var, yəni çığ hərflərini düzgün deyə bilmirəm. Məsəl üçün şəkil çəksin. Onu mən necə düzəldə bilərəm? Onların xüsusi korreksiyaları var, onların da xüsusi metodları var. Onları korreksiya eləyirik, yavaş-yavaş öyrənirik. O Bəli. Bir sual verim sizə. Nəfəs də bayağı da vurğuladınız ki, nəfəs aldığımız zaman 4 saniyə nəfəs alırıq, 4 saniyə saxlayırıq və 6 saniyə həmin nəfəsi veririk deyək. O nəfəsi buraxdığımız zaman ağız boşluğundan edirik onu. Ağız boşluğundan. Nəfəsi hardan alırsan? Burundan alırsan, ağız boşluğundan ötürürsən. Anladım. Təşəkkürlər. Buyurun. Başqa sualı olanlar? Olar mən də xəyallarım deyim. Buyurun. Bir sualım var idi. Hansıdır? Bir. Buyurun. Kim istəyir? Buyursun. Mənim bir tələbəlik saçım var, Məmilə xanım. O hər zaman lövhəyə çıxanda təsəvvür edin ki, həyəcanı çox olur. Həyəcanı çox olmağına rəğmən onun ayaqlarında titrəmə olur. Bunun səbəbi sizcə nə olar? Bu artıq çünki həyəcanın idarə edilməsi deyil artıq məsələ. Çünki onda artıq ayaqda titrəmə olur. Bilmirəm içində qorxudan mıdır, yoxsa başqa digər səbəb mi ola bilər? Həmişə mənə deyir, sən nəyisə təqdim edəndə səndə Artıq olmur. dostlar, bəzən o cür səbəblər tibbə gedir, dayanır. Ola bilər ki, onun hansısa səhhətində də problem ola bilər. Əgər nəfəslə, nitqlə o özünü tənzimləyib, həyəcanını geridə qoya bilmirsə, artıq bunun tibbi problemi var. Ən azından müayinə olunaraq ondan da əmin olmalıdır. İndi bilmirəm əlaqəniz var yoxsa yoxdur. Yəni o demək deyil ki, sən tibbi sahə, tibb tərəfdən sənin problemin varsa, sən bütün gün otur, düzgün nəfəs al, ver, sənin həyəcanın yatacaq. Mən yəni bunu da, bu zəmanəti də verə bilmərəm. Yəqin ki, onun tibbi bir problemi də var. Yox, normal danışıqda rahat, qəşəng danışır, səlis şəkildə. Sadəcə olaraq lövhəyə çıxır, nəyisə təqdim eləmək istəyir. Tutaq ki, müəyyən bir auditoriya qarşısında, müəllim qarşısında. O artıq başlayır, onun səsində titrəmələr hiss olunur. Üstəgəl onun bədən hərəkətləri artıq buna əl vermir də. Onu kənarda, məsələn, mən izləyici olaraq hiss edirəm ki, onun ayaqlarında titrəmə var. Vurğuladığım kimi, yəqin onun tibbi problemləri var. Səhhətində elə bir problem var ki, onu yalnız və yalnız tibb sahəsi qurtara bilər.
O baxımdan Olar yəqin. olar ki, xanımın sualına mən cavab verim. Buyurun. O belə götürək ki, xanım, tutaq ki, deyir tələbəmizdə belə bir problem var da, həmin tələbəni götürək, o auditoriya qarşısında çıxanda digər dostlarının yanında da o istər-istəməz müəllimdən də qorxur, tələbə yoldaşlarından qorxur ki, nəyisə səhv deyərəm, kimsə qıraqdan ya mənə gülər, ya da ki, istər-istəməz körtəbii şəkildə cavab verər ki, hə, bunu niyə belə etdin, bunu belə etdin. Yəni çox sahədə indi belə deyək, ən çox üstünlük ayağın titrəməsi səbəbi ürək döyüntüləri artır, ondan baş verir. Yəni qorxu, həyəcan bürüdə. Əslində müəllim olaraq xanım indi tutaq ki, tələbəsi ilə boş vaxtlarında, asudə vaxtlarında belə deyək, təkbətəkə danışmalıdır, öz fikrini çatdırmalı ki, belə ol, rahat ol. Bilirsiniz, özünə qapalı insanlarda çox vaxt biruzə verir. Yəni özünə qapalıdır, biraz elə bil ki, sosiallaşa bilmir, cəmiyyət içərisində özünü rahat hiss edə bilmir. O cür insanlarda daha çox rast gəlir və yenə də qeyd edirəm ki, bəzən o insanlara heç tibb də kömək eləyə bilmir. Yəni mənim tanıdığım insanlar da var. Uşaqlar abituriyentdirlər, o qədər həyəcanlıdırlar ki, imtahanda gedib heç bir nəticə vermirlər illərdir. Yəni artıq valideyn də heç bir şey eləyə bilmir. Ona nə diksiya təlimləri, nə də tibb baxımından kömək olmur. Artıq o insanın özünə qapanıqlıqdır. İnşallah yəqin ki, artıq bu həyəcanı atıb özündən, yəqin ki, yaxşıdır. Bəli, başqa özümüzlə bağlı suallarımız varsa buyurun. Bir sual verə bilərəm sizə. Bəli. İlk öncə özümü təqdim edirəm. Mən Şahin qızı, ingilis dili müəlliməsiyəm. Bu natiqlik sənətinə neçə ay müddətinə tam şəkildə yiyələnmək olar, onu öyrənmək istəyirəm. Tam bir müəyyən vaxtı var, yoxsa necə? Nəyə? Natiqlik təlimçisin? Təlimçi olmaq üçün, yoxsa? Özümüzü genişləndirmək üçün. Və dostlar, mən yenə də vurğulayıram. Hansı istiqamətdə təlimlərə qoşulursunuzsa qoşulun. Hər bir təlimin, təlimçinin müəyyən bir texnikası var. Amma bu texnikalarda yenə də gedir eyni yerdə dayanır. Məqsəd, bir məqsəd var. Hamını öyrətmək. Yəni təlimçilər başqa müxtəlif texnikalarla öyrətsələr də hamını natiq eləməyə, nitqini təmizləməyə çalışır. Düzdür? Və müəyyən bir texnikaları verir. Tətbiq eləyir, necə tətbiq eləmək lazımdır, onu öyrədir. Əgər sən buradan öyrənib, gedib öz üzərində çalışmayacaqsansa, heç bir nəticə verməyəcəksən. Mən sənə garanti verə bilmərəm ki, sən bunu 1 il öyrənəcəksən, 2 il öyrənəcəksən. O sənin özündən asılıdır. Elə insan var ki, məsələn, təlimlər olur da, 8 dərs olur, 12 dərs olur. 12 dərsə mükəmməl şəkildə öyrənən tələbələr olur. Hər tələbəyə də məsələn diplom verilmir. Mükəmməl şəkildə öyrənən tələbə diplom alır. Orta səviyyədə öyrənənlər sadəcə sertifikatla kifayətlənirlər. O sizin özünüzdən asılıdır. Əgər özünüzə inanırsınızsa, güvənirsinizsə, yəni deyəcəksiniz ki, mən bu məşqləri mütəmadi eləyəcəm, öyrənəcəm, müəllimin dediyi hər bir texnikanı tətbiq eləyəcəmsə, niyə də öyrənməyəsiniz? Siz bu üzrə dərs keçirsiniz, təlim keçirsiniz ayrıca olaraq? Mən belə indi qrup şəklində eləmirəm. Sadəcə olaraq bir dəqiqə. Niyə eləmirəm? Qrup özüm üçün belə yığmıram. Sadəcə qrupu yığır müəyyən bir akademiya, onlar çağırır, onlara keçirəm. Müəyyən bir vaxtda. Təşəkkür. Belə. Buyurun. Olur, sual verəm. Bəli. Mən məsəl üçün də bir dənə problemim oldu ki, belə danışanda, yəni ki, yazı formasında tamam fərqli gözəl cümlələr əmələ gəlir. Amma ki, belə nitq zamanı, danışan zaman onları deyə bilmirəm. O cümləni qura bilmirəm. Gözəl. Deməli, yazıya tökə bilirsiniz, amma tətbiq edib onu söz şəkildə nitqə gətirə bilmirsiniz. Aha, bəli. Həyəcandan irəli gəlir. Sual verdim. Həyəcandan irəli gəlir, yoxsa nədən? Yox, deyil. Bilmirəm amma ki, nəyə görə? Necə olub dəyişə bilərəm? Əslində biz hansısa bir mövzu barədə danışırıqsa, onu əvvəlcə yazıb, yazıya töküb çatdıranda daha yaxşı olur.
Və bilirsiniz, müəyyən bir çıxış eləyəcəm. Mənə mövzu verilib, bu günlərin bir tədbiri var və bu tədbirdə mən bu mövzu ətrafında danışmalıyam. Bu mövzu ətrafında özüm üçün kiçik qeydlər aparıram, hazırlaşıram. Bu çox gözəl olur. Çıxıb sərbəst şəkildə danışıram. Bu daha gözəl bir metodikadır. Və siz bunu tətbiq eləyirsiniz, yazırsınız, artıq orada yazmısınızsa əzbər formada. Amma beyninizdə onu formalaşdırıb saxlaya bilmirsiniz. Bu belədir. Yəqin hardansa, necə deyim, istinadlar gətirirsiniz, baxırsınız, köçürtmələr eləyirsiniz, yoxsa elə tam beynin fikridir? Yox, xeyr, heç yerdən köçürtmə eləmirəm. Məsəl üçün adi deyək, sadə günlərdən ad günü təbriki olsun. Belə dillə bir dənə ad günü mübarək deyirəm. Amma ki təbriki yazdığım halda çox gözəl cümlələr falan çıxır özümdən. Aha. Siz o yazdığınızı özünüz dəfələrlə oxuyun. Bayaq xanım qız dedi ki, güzgünün ətrafında. Bədii kitab oxuyurmuş kimi. Dəfələrlə oxuyun, sonra yazdığınızı çevirin, qoyun kənara və onu nağıl formasında yenidən təkrarlayın. Görün bu cür alınacaq sizdə. Heç eləmisiniz belə? Yox, eləməmişəm. Bu bilirsiniz bir növ nəyə oxşuyur? Bəzi insanlar özü şeir yazır, amma öz şeirini əzbərdən deyə bilmir. Bu belə də olur. Bu da sizdə də yəqin ki bu tətbiq. Ona görə nə etməlisiniz? Siz bunu bir nağıl forması kimi öyrənməlisiniz. Yazdığınızı dəfələrlə oxuyun, məzmunlu şəkildə öz yadınızda saxlayın və sonra danışın. Danışandan sonra görərsiniz ki, hə. Təşəkkür edirəm. Bəli, buyurun. Olar bir sual verim. Bəylərimizə də icazə verək, xanımlar. Bir dənə elə ki, bəydən əvvəl xanım dedi ki, sual verim, ona görə onun növbətidir, onu demək Hə, bu deyəsən çox Olar verim danışan. sualı. Buyurun. Böyük auditoriya qarşısında təlimçi necə eləməlidir ki, hamının diqqətini özünə cəlb eləsin? Belə. Böyük auditoriya qarşısında təlimçi birinci auditoriyanı göz təması ilə nəzərdən keçirir. Hamını. Və bu peşəkar təlimçidirsə, o biləcək kim onu dinləyir, kimsə sadəcə baxır. Və bunları biləndən sonra dinləyən artıq bunun beynindədir. Dinləyəni vurğulamaq, dəfələrlə adını çəkməyə ehtiyac yoxdur. Əgər kimsə sadəcə təlimçiyə baxır, amma fikri tamamilə başqa yerdədirsə, təlimçi səs tonuna diqqət eləməlidir. Bəzən işlətdiyi sözlərdə elə söz var ki, onu ucaltmalıdır və həmin şəxsin adını xitabən çağırmalıdır. Məsələn, danışıram və buradan baxıram ki, Zəhra sadəcə mənə baxır. Danışdığım yerdə cümlənin ortasında Zəhra deyərək müraciət eləyirəm. Artıq Zəhra bir balaca Zəhrada silkələnmə oldu. Növbəti dəfə Şahmurad, artıq Şahmuradın da fikrini özümə çəkə bildim. Və bu formada davam edir. Başa düşdünüz? Çox sağ olun. Çox sağ olun. Sizin matematikiniz çox qəşəngdir. Təşəkkür edirəm. Cəlb eləmək çox yaxşıdır. Yəni. Çox sağ olun. Mən də fikrimi bildirərdim. Bəli, buyurun. Zəhmət olmasa. İlk öncə sizə təşəkkür edirəm ki, hər birinizə bu cür bir təlim yaratmışsınız. Bizə fikrimizi bildiririk. Buyurun. Mən 3 il jurnalistika fakültəsində məşğul olmuşam. Pedaqoji sahə üzrə 2 təhsilim vardı və istəyirəm yox, bəlkə sizdən ifadə etsəm fikrimi, bədii verilişlərin aparıcısı kimi özüm bir anlıq təsəvvür edirəm bu fikirlə, yəni bu inanla, əminliklə. Hazırda mən liriklənəm, amma hazırda mən Naxçıvana qoşuluram və təşəkkür edirəm. Bu qədər. Əla, Naxçıvan Dövlət Televiziyasına müraciət eləmisiniz bununla bağlı? Bəli, müraciət eləmişəm. Hazır CV-mi də təqdim edəcəm və elə buradakı sertifikatda onunla bağlı düşünürəm ki, lazım olacaq. İnşallah. Siz oradan qəbul eləsələr, əlaqə yaradarsınız, artikulyasiya aparatını inkişaf elətdirərik ki, orada peşəkar aparıcı kimi fəaliyyət göstərə biləsiniz. Bəli, Elmir bəy, buyurun. Ramilə xanım, deməli bir dənə bir məsələ var ki, bir insan vibe'ından, xarici görünüşündən belə deyim ki, düz bildiyin şeyi eləyə bilməmək. Mən şəxsən məndə bir işdə bir insan var ki, rahatlıq danışırıq, deyirik, gülürük öz yerində, səmimiyyət. Amma sadəcə yenə də misal üçün yəni düz bir şey eləməliyəmsə, insan görəndə təkərə düşmək var, doğru dildə istəyirəm. Elə bir şey var. Bu nədən ki, niyə o vibe'dan niyə biz həyəcanlanırıq?
Görünüşündən, insan görünüşündən. Demir, heç nə, sadəcə oturub misal üçün baxır işimə, deyək ki, amma düz məsəl üçün düz bildiyim şey o insan görəndə belə adam insan həyəcanlanır. Yəqin o insan əvvəlcədən sizdə o qorxunu möhkəm şəkildə yaradıb da, bacarıb onu. Yox, səmimiyyət var. O işdən sonra səmimiyyət var. Deyir, gülür bu öz yerində. Amma baxış o baxışdır. Sizdə məsuliyyət çoxdur. Ya bu bilirsiniz, iki vaxtda əmələ gəlir də. Ya məsuliyyət çoxdur, ya da ki, özünə inanmazdı. Sən əgər özünə inanırsansa və sən düzsənsə, niyə də ki qorxasan? Başa düşdünüz? Məsuliyyət yenə də deyirəm. Bax, məsuliyyəti mən sevirəm. Hər kəsdə bu məsuliyyət olmalıdır. Çoxumuzda da həyəcan məsuliyyətdən yaranır. Məsuliyyət gözəl bir şeydir. O işinə sevgisini göstərir insanın, düzgünlüyünü göstərir insanın. Yəni, yəqin ki, sizdə ya məsuliyyətdən yaranır, ya da ki, özünə inamsızlıqdan yaranır. Onu özünüz tapmalısınız. Qorxu deyil də, bu insana mən deyib gülürəmsə, niyə qorxur ki? Məsələ budur. Amma heç nə demir, eləmir. Sadəcə işi görən zaman düz bildiyim şey, yəni həyəcanlarsa ki, birdən səhv eləyərəm, nəsə problem yaranar. Siz mənə deyin ki, Ramilə xanım sadə paltar geyinib. Ramilə xanım sadə paltar geyinib. Amma indi deyin ki, Ramilə xanım sadəcə aydın danışmaqdan danışır. Çətin olur. Ramilə xanım sadəcə, bir dəqiqə bir də təkrarlayın. Deydin elə. Aydın danışmaqdan danışır. Ramilə xanım sadəcə aydın danışmaqdan danışır. Bax, sadə sözünə acəni qoşdunda çoxaltma dərəcəsini yaratdın. Niyə? Birinci deyirsən sadə, sonra deyirsən sadəcə. Çoxunuz deyirsiniz. Sadə ilə sadədir, sadəcə də sadəcə. Sadəcə yox. Yaxşı dostlar, sadəcə. Mən bunu eləyirəm, bacarıram, bilirəm, sadəcə nəfəsim çatmır. Mən hamısını yaxşı bilirəm, sadəcə nəfəsim çatmır. Başa düşdünüz? Sadəcə sözündə vurğu A-da deyil, birinci hecada deyil. Mən işdən çox heyecanlanma müdürü görəndə olur. Vəzifəsinə görədir də, vəzifəsinə görə sən işini düzgün görəndən sonra müdürün də yanında düzgün insan sənsən. Ramilə xanım. Ramilə xanım danışa bilərəm. Olar mı? Deməli, bundan bir xanım danışdı. Dedi ki, mən fikirlərimi kağıza tökə bilirəm, lakin danışa bilməm həmin fikirləri. Bu problem məndə də var idi, onunla bölüşmək istəyirəm. Bunun səbəbi yazarkən düşünməyə insanın vaxtı olur, amma danışarkən beyninin ani reaksiya verməlidir. Buna görə də təcrübə və məşq lazımdır. Mən nə etdim? Mən bir fikir barəsində olduqca çox yazdım. Mən də yazmaqda fikirlərimi rahat şəkildə tökə bilirəm və bunu əzbərləyərək 10-15 dəfə oxuyaraq öz-özümə danışdım. Və bu səbəbdən bu problem məndən aradan qalxdı. Onu da eyni şeyi tövsiyə edərdim. Təşəkkür edirəm. Bunu eləyəcəm. Mən də bir şey demək istəyirdim. Sualım var idi. Dostlar, aydın danışmaqla bağlı. Mən Aha. Siz bayaq demişdiniz ki, inandırıcılığı vurğuladınız. Əgər hansısa çıxışda layihəni danışırıqsa, qarşıdakını daha inandırıcı, layihəni necə daha inandırıcı danışa bilərik? Layihənin əsas mahiyyəti nədən ibarətdir? Və bu layihə qurulandan bəri, bu bizim yəni bugünkü mövzumuza dəxlisi yoxdur, amma yenə də vurğulayım. Layihə nədən ibarətdir və bu layihə qurulandan siz hansı işləri görmüsünüz, hansı uğurları qazanmısınız və buna sübut göstərirsiniz. Faktlar olmalıdır əlinizdə. Başa düşdünüz? Bir-iki dənə faktı göstərməklə, düzgün faktları vurğulamaqla artıq siz qarşınızdakı insanı inandıra bilərsiniz. Bu, satış menecerləri üçün daha faydalı bir təlimdir. Bunun mövzusu tamamilə başqadır. Məsələn, şirkət rəhbərləri var ki, xüsusilə qoşulurlar bu cür təlimlərə ki, nitqlərini tamamilə düzəltsinlər ki, yalan danışsalar belə, şirkətlərində etdikləri PR-a qarşı tərəfdəyi inansın. Başa düşürsünüz? Nitq o qədər önəmlidir ki, dostlar.
Sən hansısı? Məsələn, görürsüz, oturursunuz bir ortamda, bir insan bilirsiniz ki, bu yalançıdır ha. Məsələn, bu yalançı insandır. Amma o qədər belə qəşəng danışır, o qədər gözəl vurğulayır ki, hamı buna inanır, hamı buna gülür, hamı bunu alqışlayır. Artıq bu bunun peşəkarlığıdır, professionallığıdır. Ona görə nitq çox önəmlidir. Düz yalan danışmaq üçün deyil, təbii ki, öz işimizin peşəkarı olmağımız üçün, öz işimizdə uğurlar qazanmağımız üçün nitqimizi gözəlləşdirməliyik, aydın danışmalıyıq ki, qarşımızdakı da bizi aydın şəkildə başa düşsün və bizə sona qədər qulaq assın. Bəs bunun əsas texnikaları var yoxsa? Bəli. Bunun əsas texnikaları var. Əsas texnikaları mən bayaq vurğuladım. Siz desən qeyd eləmədiniz. İstəyirsiniz sonda hamınız bir götürək yenidən qeyd uşaqlar. Məsələn. Ramilə xanım, salam. Bəli, salam. Sizdən bir məsləhət almaq istəyərdim. Buyurun. Bu səslə bağlı məsəl üçün mənə çox insanlar deyiblər ki, sən radioda və ya təyyarə pilotu olaraq, yəni səsim biraz gür olduğundan ötəri. Aha, səs fərqli gəldi. Bəli, rusca ona xripli deyirlər, yəni biraz ton baxımından asılıdır. Bəli, fərqlidir. Onu necə məsələdir? Ya oxumaqdır. Məsəl üçün deyirlər ki, sən niyə məsəl üçün qolus səs yarışı var. O səs yarışına niyə getmirsən? Sizcə, yenə də həyatda özümü iş tapamamışam. Oraya getməyə dəyərmi? Musiqi ifa eləyə bilirsiniz? Eləyə bilirəm, amma biraz təbii ki, onun üstündə işləmək lazımdır. İşləmək lazımdır. Məqsədiniz musiqili yarışmalara qatılmaqdır, yoxsa hansısa bir iş üzrə fəaliyyətdir? Hansını istəyirsiniz? Yəni, məsələn, şimdi hazırda mən kinolarda çəkildim, Rusiyada, Moskva şəhərində. Amma iqtisadiyyat üzrə bitirmişəm Moskvada. Yəni, yenə də oraya getməyə yönəlmək istəyirəm. Ondan dolayı biraz ya Türkiyədən ya başqa bir Avropa ölkələrinə çıxmaq mümkündürmü? Çünki Azərbaycanda sadəcə sənət olduğu üçün sənətdən başqa bir irəliləyiş yoxdur. Və satışlar üzrə də mən yəni çox yerlərdə işləmişəm. Satışlarım yaxşı olduğu üçün, yəni gözəl olduğu üçün satışlarda böyük nailiyyətlərim var. Sadəcə təhsil nə üzrədir? Təhsil iqtisadiyyat, maliyyə və kredit. Səs tembri gözəldir. Məkan harda yaşayırsınız? Hardan qatılırsınız bizə? Gəncə şəhəri. Gəncədən salamlar. Səs tembri gözəldir. Bizdə radiosfera var, orada tələbə qəbul edirlər. Səs tembri radioya uyğundur. Biraz orada məşqlər eləyib, yəqin ki, istəyinizə nail ola bilərsiniz. Müraciət eləyin. Bizdə Baku TV-də media məktəbi də var. Əgər jurnalistika üzrə fəaliyyətini davam etdirmək istəyən uşaqlar varsa, orada müraciət eləyə bilərlər. Amma sırf səslə bağlı radio sahəsinə yönəlin, ora müraciət eləyin. O üzrə ixtisaslaşın tamamilə. Səs gözəldir də, məncə yəqin ki, alınır. Çox sağ olun, təşəkkür edirəm. Uğurlar hər birinizə. Sağ olun. Bir sual verə bilərəm. Bəli. Axşamınız xeyir. Buyuram. Olar mən bir kəlmə deyim, 2 dəqiqənizi alım. Buyurun. Yenidən hər kəs salamlayıram, axşamınız xeyir. Mən də özüm haqqında qısa deyim. Öz fikrinizi bildirərsiniz, mənim danışığım haqqında da qısa da olsa çox şad olardım. Sizə Qazaxdan qatılmışam. Adım Məxluqədir. Özüm Gəncə şəhərində təhsil alıram. Magistratura tələbəsiyəm. Hal-hazırda doktorantura üçün çalışıram. Bu mənim demək olar ki, ən böyük arzuma çevrilibdir. Təhsil sahəsində arzularım hədsiz çoxdur. Sizə maraqlı ola bilər ki, bu maraq hardan gəlir, yəni təhsilə qarşı. Onu deyə bilərəm ki, təhsilə olan marağım biraz təhsil yoluna gec gəldiyimdən dolayı olubdur. Və düşünürəm ki, təhsil mənə çox yaraşır. Deyə bilərsiniz ki, niyə belə düşünürsünüz? Təhsil hər insana yaraşır. Cavabım olar ki, mən sadəcə oxumaq üçün yox, öyrənmək üçün oxuyuram. Və sonda da hər kəsə uğurlar arzu eləyirəm. Arzu eləyirəm ki, hər kəs bir gün istədiyi yerlərdə olar və istədiyi şəxs kimi. Uğurlar arzu eləyirəm sizə. İnşallah sizə də təhsil hər kəsə lazımdır. Oxumaq, öyrənmək heç vaxt gec deyil. Yəni nə qədər insan ölənə qədər oxusa nə isə qazanmış olur. Uğurlar arzulayıram mən də bu sahədə sizə. Təhsili davam. Əla səs verirəm. Xoşuma gəldi. Bəli. Üzr istəyirəm və gənclərə yəni məsləhətim odur ki, çalışın peşəyə yönəlin. Yəni indiki zamanədə iqtisadiyyat olsun, vəkillik və digər
proqramistlik, yəni kompüter texnologiya gözəldir. Amma peşə sahəsi çox gözəl və gəlirli olur və tibb olsun, diş həkimliyi olsun, orada daha çox gəlirlər var. Çox sağ olun. İnşallah. Hər sahədə danışdıq, nə gözəl. Deməli, Mənim bir sualım var idi, onlar verim. aha, heç sual verməyən qaldı mı? Kiməsə nəsə aydın olmayan qaldı mı nəsə? Mən vermək istəyirdim. Xanımın içəridən sualı var, o danışsın mən. Kimin? Sofiya xanım. Sofiya xanım. Buyurun Sofiya xanım, eşidirik sizi. Nə gözəl adınız var. Çox sağ olun. Səsim yəqin ki, yaxşı gəlir. Gəlir, eşidirəm mən səni. Bu auditoriyanı cəlb eləməklə bağlı mənim bir sualım var idi. Mən ümumiyyətlə adım Sofiya, Bakı mühəndisliyi 1-ci kurs tələbəsiyəm. Bizdə sərbəst işlərdə məsələn prezentasiya hazırlayıb bunu danışmaqdır. Əsas məqsəd prezentasiya yox, əsas onu nümayiş etdirməkdir. Ümumiyyətlə rus sektoru qurtarmışam deyə, ümumiyyətlə elm cəhətdən Azərbaycan dilim zəifdir, belə cümlələri qurmaqda falan çətinlik çəkirəm. Yəni sözlərin çoxsu ola bilsin, Azərbaycanca olmasın, nə bilim qarışıq olur, bəzən rus sözləri işlədirəm. Ona görə biraz çətinlik çəkirəm. Yəni əsas məqsədim bu az dili ilə bağlı deyil sualım. Azərbaycan. Azərbaycan dili ilə bağlı deyil. İngilis sektoruq deyə, onsuz ingiliscə veririk təqdimatı. Prosta ki, sadəcə olaraq bu bizə müəllimə tapşırıb ki, siz ümumiyyətlə elə bil ki, auditoriyanı cəlb edin. Mən sizə deyir, əsas ona baxacam sizin necə maraq qatdığınıza, mövzu mənəsisin ki, ümumiyyətlə bütün şagirdlər maraqlı olsun. Aydındır. Bir məsələyə diqqət edək. Sizə 2 mövzu veriblər. Birini özünüz yazmısınız. Bundan xəbəriniz var. Birini başqa birinin mövzusudur, kimsə yazıb. Onun bir əsəridir, məqaləsidir, essesidir və s. Qarşınızda 2 dənədir. Birinin müəllifi başqadır, amma birinin müəllifi tam sizsiz. Düşünün, hansını daha yaxşı, daha dolğun, daha sərbəst çatdıra bilərsiniz? Öz yazdığınızı mən. Aha. Amma peşəkar o insana deyərəm ki, hər ikisini gözəl şəkildə çatdıra bilsin. Bax, siz deyirsiniz ki, hazırlayırıq, öz yazdıqlarımızı, hazırladıqlarımızı auditoriya çatdırmalıyıq və müəllim əsas burada baxacaq çatdırma üsuluna, düzdür? Sən bunu özün hazırlayırsan, bunun üzərində əməyin var, əziyyət çəkirsən. Sən bunu daha asan çatdıra bilərsən axı. Sənin orada fikir verməlisən ki, orada sənin qarşını kəsən nədir? Hansı səbəblərdən çatdıra bilmirsən? Həyəcandırmı, qorxudurmu, nədir? Bunları sən əvvəlcə tapmalısan. Bunları tapandan sonra o qorxunun, o həyəcanın üzərinə getməyin yollarını tapmalısan. Yəni tam olaraq sualın cavabını başa düşmədim. Yəni məsələn, bu sualın cavabını əslində dediniz ki, məsələn, kimsə qulaq asmırsa, onun adını vurğulamaqdır, daha ucadan deməkdir. Amma bizdə mən o adı vurğulamaq deyil. Məsələn, mən bir mövzu seçmişəm, mən mövzunu danışıram. Düzdür, göz təması edirəm və bəzən görürəm ki, qulaq asmırlar. Məsələn, bir neçə dəfə etmişik bunu. Görürəm ki, qulaq asmırlar. Mən biraz pauza verirəm, gözləyirəm. Hamı görür ki, bəs ancaq bunların səsi gəlir. Ona görə istər-istəməz başlayırlar qulaq asmağa. Yəni bu taktikaları edirəm. Prosta bəzən alınmır. Məsələn, hamı qulaq asmır yenə də. Amma ad vurğulamaq da alınmır da, yəni siz dediyiniz kimi. Yəni burada bax, sizin hazırladığınız layihə onlarda maraq yaratmaya bilər. Maraqsız ola bilər. Maraqsız gəlir də, məsələn, dinləmirlər sizi sona qədər və yaxud da hazırladığınızı maraqlı şəkildə çatdıra bilmirsiniz. Mən onu demək istəyirəm ki, siz orada öz səhvinizi harda görürsünüz? Onu tapın ki, biz onun üzərinə gedək. Yəni orada tam olaraq bilmirəm nədədir. Çünki müəllimənin özü dedi ki, çox yaxşı bacarırsan. Yəni müəlliməyə maraqlı gəldi. Yəni mən necə deyim, baxışdan bilinir ki, yəni biri var məcburən müəllimədir deyə qulaq asın, biri var həqiqətən maraqlıdır deyə. Özü də belə qulaq asdı, əlavə suallar verdi, yəni ehtiyac olmayan suallar. Çünki həqiqətən maraq qatıldı. Bir neçə dəfə etmişik bunu, buna da önəm göstəririk biz. Yəni prosta şagirdlər qulaq asınlar, bir-birlərini söhbət edirlər. Demirəm hamısı, yarısından çoxsu qulaq asırdı. Sadəcə seçmə adamlar olur ki, qulaq asmır da. Olar ki,
Bəli. Eyvə, olar ki, Ramilə xanım, xanımın sualına cavab vereyim. Buyurun, verin. Nə yaxşı, burada assistent də var. Xanıma belə bir fikrimi çatdırmaq istəyirəm ki, biraz açıq sözlüyəm, belə fikrim xətrinə dəyməsin. Yox, xətrə dəyən söz olmasın da. Olmadı ki, şamaxlı balası. Hə. Xanımın səsi tonundan biraz ifadə olunur ki, dərs danışan metodda gülər üzü olmur da, şirin dil deyək də belə, gülər üzü olmur, belə qabarıq formada olur da, belə sərtcə. Azərbaycan dilində pul vəziyyəti. Simasından xoşu gəlmir, qulaq asmırlar, hə? Hə, çünki maraq eləmək. Biz bilirik ki, hətta səlis danışıqdan və anlaşılıq danışıqdan ilk növbədə xarici görünüşdür. O deyir, təlimçini xarici görünüşlə qəbul edib, biliyi ilə yola salırlar. O hamıya şamil olunur, tək təlimçiyə olmur. Yox, ümumiyyətlə mən götürürüm. Mən fikrimi bildirərəm xanıma. Mən bir şey deyim. Birinci növbədə dostlar, bax, çıxış eləyən zaman çıxışçı özünə inanmalıdır. Özünə o qədər güvənməlidir ki, və o güvəni auditoriyaya, kütləyə sıçratmalıdır. Başa düşürsünüz? Əgər o orada ürkək dayanıbsa, o orada qorxaq şəkildə dayanıbsa və o gözləyir ki, ay Allah, bircə bu çıxışım bitsəydi mənim, tez bazar bu əlimdəkiləri oxuyub qutara bilsəydim, mən xilas olardım bu insanların baxışından. Əgər o orada, o insanlara bu cür baxışı ötürürsə, təbii ki, ona nə qulaq asan olacaq, nə onu dinləmək istəyən olacaq və maraqlı olmayacaq. Başa düşürsünüz? Yəqin bu xanımda da bəzən olur. Müəllim ola bilər ki, müəllimin tələbidir, dərsidir. O baxımdan o xanımı sona qədər dinləyir, qulaq asır və tərifləyir, deyir ki, budur. İnanıram da ki, xanım çox gözəl layihə hazırlayıb və çıxış eləyib. Bunların hamısına inanırıq. Amma bəzən olur ki, yəqin elə bir orada təəssürat bağışlayıb ki, ay dostlar, mən qorxuram bu layihəni sizə sunmağa, təqdim eləməyə daha doğrusu. Amma indi siz Allah mənə qulaq asın da. Yəqin ki, belə bir təəssürat yaranmış olub. Mən indi bilmirəm, orada olmamışam. Amma yenə də demək istəyirəm ki, dostlar, istəyir nə olursa olsun. Mövzu nədən ibarət olursa olsun. Auditoriya kütləsi kimlər olursa olsun. İlk növbədə səhnədə olan sənsən. Sən səhnədənsənsə, deməli orada əyləşənlərdən 1-0 öndəsən. Sənə veriblər çıxış üçün söz. Sənə veriblər o şansı ki, sən özünü orada tanıt, sən danış. Ona görə özündə insan o daxilində o güvəni yaratmalıdır. İnsan birinci növbədə öz-özünə inanmalıdır və deməlidir ki, aha, çıxıram. Səhnə mənimdir, səhnənin ulduzu mənəm. Mən bu dəqiqə bu auditoriyanın bütün diqqətini özümə çəkəcəm. Hamıda maraq oyatmağı bacaracam və salam, mən buyam, ulduz mənəm. Bu xarakterlə çıxırsınızsa, deməli 1-0 öndəsiz. Başa düşdünüz? Axşamınız xeyir olsun. Necə deyim, o deyirsə müəllimə deyə məcbur qulaq asır. Məsələn, bəzilərini hiss edirəm ki, məcbur qulaq asır, müəlliməyə maraqlı deyil. Amma mən çıxış etdiyim zaman həqiqətən maraqlı qulaq. Həm də demişdi ki, yəni səndə problem yoxdur, sən rahat eləyəcəksən. Yəni bir dənə də sərbəst iş var, dedi ki, səndə problem olmayacaq. Yəni o necə deyim, jestlərə, səs tonuna, hamısına göz təmasıdır, hamısına fikir verirəm deyə. Hətta bir dənə də prezentasiya hazırlamışdım. Prezentasiyanı necə hazırlamaq lazımdır, leksiyanı necə eləmək lazımdır ki, həm uşaqlara faydalı olsun, bunu necə etmək lazımdır deyə. Çünki həqiqətən çox sual verirdilər ki, bəs sən necə belə rahat danışırsan? Bəlkə də indi çox da yaxşı danışmadım, amma orada çıxış etdiyim zaman Yox, mən inanıram ki, siz çox Azərbaycanda daha pis danışıram, ingiliscə daha necə deyim, sərbəst danışıram. Ona görə problem olmurdu. Yoxsa sadəcə arada o cəlb etmək var, maraq qatmaq var, onda problem var. Siz bayaqdan danışırsınız, sizin səsdən mən monotonluq hiss eləyirəm. Bu monoton temp çoxdur. Biraz bu monotonluğu aradan qaldıraq. Başa düşdünüz mü? Monotonluq çox. Eyni tempdə danışırsınız. Eyni tempdə danışırsınız. Hansısa bir cümlədə vurğu qəbul edən söz var da, düzdür? Elə bir söz var ki, məsələn, o vurğunu daha dəqiq istəyir, daha aydın şəkildə eşidilməsini istəyir. Məsələn, bugünkü webinarımızın əsas məqsədi aydın danışmaq, aydın başa düşülməkdir. Nəyə vurğuladım? Aydın, başa düşülmək, danışılmaq. Başa düşdünüz? Amma monoton, bugünkü webinarımızın əsas məqsədi aydın danış, nə bilim, düzgün başa düşül.
Monoton Ola şəkildə bilər indi deyim. dediyim kimi Azərbaycanca biraz həqiqətən çətinlik çəkirəm. Ola bilər indi çox belədir. Amma və rusca danışdığım zaman, ingiliscə danışdığım zaman daha çox o vurğulara fikir verirəm. Əla. Yəni hətta dediyim kimi o prezentasiyada bunu da vurğuladım ki, yəni bunları etmək lazımdır. Və həqiqətən çox maraq qatılmışdı uşaqlara. Əla. İndi özünüzə güvəni də artırın daha. Necə deyim, o vurğularda diqqət eləyin. Məndə Gərginliyi onda da kənara biraz qoyun. problem var. Həddindən Necə? artıq çox güvən var. Bu da yəni bu da əslində pisdir. Yəni normalda orta bir şey olmalı. Məndə həddindən artıqdır deyə o da arada problem yaradır. Dilimizdə özgüvən sözü yoxdur. Özünə güvənən var. Özgüvən türk sözüdür. Yəni bunu reklamlarda da çox vaxt işlədirlər, amma özgüvən bitişik yazılan formada bu bizim söz deyil. Özünə güvən. Yaxşı. İnşallah yaxşı olar. Bəli. Çox sağ olun. Olar mı qısa? Mən də özümə vermək istərdim. Necə? Bir sual da mən vermək istərdim icazənizlə. Heç verməyənlər versin, zəhmət olmasa, yekunlaşdıraq. Mən verə bilərəm. Olar mən sual verim? Mən sual verə bilərəm. Sual verənlərin bilmirəm kim hardan verir, səslər, gözlərini görmürəm. Mən Esmira Mirzəyeva, axşamınız xeyir. Axşamınız xeyir. Mən danışanı indi hiss edəcəksiniz də necə danışıram. Elə bil ki, arada olur də gedir nitqimdə. Elə bil ki, ingilis dili müəllimliyinə başlamışam uzun fasilədən sonra. 39-40 yaşım var, 40 yaşındayım. İngilis dili müəllimliyinə başlamışam. Onlayn dərslərə qoşulmuşam. Özü yəni kurs alıram özüm. Azərbaycan dilində danışanda, şagirdlərlə danışanda bir de dersi içini böyle diye uzatırım, dayanma olur. Sonra da veyahut da ki başka bir yerde kimləsə danışanda, mesela bir getmişəm, özümə deyirəm ki, kimsə kurs müəlliməsi var, bir rəfiqəmdir. Onunla söhbət edəndə, mesela sual verir falan şey necə oldu, nə özüm haqqında danışanda, elə bil ki, qısa sözü, bu mövzudan qısa bir məlumat deyirəm, saxlayıb onu başka bir məlumata keçirəm. Bilirsiniz, beyin qarışıqdır. Danışacağınız nə mövzudursa, hansı sözlərdirsə, onu birinci beyində formalaşdırmırsınız. Başa düşdünüz? Beyində formalaşdırmadan sözə tökürsünüz, nitqə tökürsünüz. Ona görə orada qarışıqlıq əmələ gəlir. Bəzən də bəzi insanlarda beyin sürətli işləyir və nitq çatmır. Artıq beyində o söz getdi, amma nitqdə qalıb hələ. O da qarışıqlıq yaradır. Ona görə dostlar, bəs nə üçün deyirəm? Düşün, sonra danış. Yavaşla, nəzarət et, səsini idarə elə. Bu üç texnikanı yadınızdan çıxartmayın. Adi bu məşqləri deyirsiniz, dostum falan filan. Dostunuzla söhbət zamanı da bu məşqlərdən istifadə eləsəz, bu texnikalardan istifadə eləsəz, artıq bu inkişaf eləyəcəksiniz də. Günü sabahdan özünüz üçün bir mövzu seçin. Mən sabah dostumla oturub 5 dəqiqə bu mövzu ətrafında danışacağam. Və dostuna deyən ki, mən danışıram, sən məni dinlə. Başa düşdünüz? Əgər dostunuza istəmirsinizsə, qoyun telefonunuzu kənara və yaxud ya videosunu çəksin, ya da səs yazma olsun. İstədiyiniz bir mövzu haqqında qeyd eləyə bilərsiniz. Qeyd eləyin, qeydiyyat aparın, sonra ora baxmadan özünüz üçün danışın. Danışın və səsinizi yazın. Yazandan sonra o səsinizə qulaq asın. Qulaq asan zaman siz özünüz öz səhvlərinizi tuta bilirsinizsə, deməli, sizdə nəsə var. Yox, əgər o insan özü öz səhvini tuta bilmirsə, deməli, onun inkişaf eləməyi də, öz səhvlərini düzəltməyi də biraz zaman alacaq. Ramilə xanım, məncə bircə dəqiqə öz fikrimi ifadə edim. Məncə digərlərinə bu yararlı olacaq. Auditoriyanı özünə cəlb etmək üçün Təlimçimiz Ömərzadə Zəhra bütün faydalı fikirlərini ortaya tökdü. Təşəkkür edirik sənə. Aha, buyur. Məncə, mən də hal-hazırda tələbələrə rus dil dərsi keçirəm. Yəni tələbələrin balaca olmağına baxmayaraq, fərqindəyəm ki, mən danışdığım zaman onların fikirləri başqa yerə gedə bilir. Məncə ilk öncə enerji söhbəti var. Danışan kəs qarşıya enerji ötürməlidir. Məsəl üçün bir insan sizin qarşınızda sifətlə otursa, təbii ki, siz eyni sifəti alacaqsınız, eyni halı alacaqsınız. Məncə enerji söhbətidir. Birinci. İkinci isə məncə insan görür ki, məsəl üçün qarşındakı kəs əgər sənə maraqsız şəkildə baxırsa, ona müəyyən suallar verməlidir mövzu ilə bağlı. O insan o mövzu barəsində başlayacaq düşünməyə və maraq yaranacaq. Məncə bu yardım edəcək onlara. Çox sağ ol. Təşəkkür edirik. Lakin radioda fəaliyyət göstərməyin. Aha.
Çox sağ olun, təşəkkürlər, minnətdaram. Yəqin Əminə ki, xanım. Səhra xanımın da fikirləri bizim üçün çox önəmlidir. Siz də faydalanmış Əminə oldunuz. xanım. Bəli. Hər vaxtınız xeyir olsun. İlk öncə sizi salamlayıram və bütün təlim iştirakçılarını salamlayıram. Mən də istəyirəm ki, öz fikirlərimi ifadə eləyim. Buyurun. Ümumiyyətlə, mən də bir evdar xanımam. Desəm ki, hal-hazırda hər hansı bir müəssisədə və yaxud da ki, hər hansı yəni işləmirəm. Sadəcə işlədiyim onlayn işdir. Network marketinqçiyəm. Bir şəbəkəçiyəm və ən əsas da işim burada evdar xanımların üzərindəndir. Və mən də özümdə bir evdar xanım olaraqdan vaxt var idi. Bir cümləni axıra qədər çatdıra bilmirdim. Və yaxud da çatdırırdımsa da hər hansısa elementar bir sözü yadımdan çıxırdı. Və bu məndə o qədər belə günlük bir hala gəlib çıxmışdı ki, bunu da sadəcə onu deyirdim, o qədər içinə qapanıqlı bir insan idim ki, yəni sosial deyildim qəti şəkildə. Amma indi hal-hazırda sizə 5 ildən əvvəldən danışıram. İndi hal-hazırda bir lider, bir rəhbər, yenə deyirəm, network marketinqdir mənim işimin adı. Xanımlarla işləyirik burada. Mənim kimi nə qədər belə xanımlar gəlir var. belə təkliflər. İstər yox, sizə təklif eləməyəcəm. Təklif eləməyəcəm. Sadəcə olaraq onu demək istəyirəm ki, bu işdə bir dənə istər danışığımız olsun, istər hər hansı bir şeydə fərqi yoxdur. Bir dənə insan öz üzərində işləməlidir. Əlbəttə. Öz üzərində işləməlidir. Öz beynini inkişaf elətdirməlidir. Danışığını düzəltmək üçün çalışmalıdır, çabalamalıdır. Yəni durduğu yerdə heç bir şey olmayacaq. Düzdür. Razıyam Bunu da sizə. nə qədər xanımlara baxıram, danışırıq, özüm də elə olmuşam. Sonra 2 il, 3 il, 5 il sonradan danışıram, görürəm ki, insanlar öz səslərindən utanırlar, öz üzlərindən utanırlar. Yəni həqiqətən o qədər belə problemi olan xanımlarımız var ki, yenə də insan öz üzərində işləməlidir. Danışmalıdır. Yəni harda səhvi var, o işin üzərinə mütləq şəkildə getməlidir ki, onu düzəltsin. Mənim də dediyim odur da, xanım, odur ki, yəni siz özünüzü cəmiyyətdə tam hazır şəkildə hiss eləmək istəyənə qədər nə edirsiniz? Öz üzərinizdə evdə çalışırsınız. Öz səsinizi yazırsınız. İstəyirsiniz video görüntü götürürsünüz. Baxırsınız və oradan səhvləri tutub o istiqamətdə inkişaf elətdirirsiniz özünüzü. Başa düşdünüz? Səhvinizi tapmadan, yəni elə insan var ki, baxır və orada heç bir səhv tapmır. Mütləq şəkildə ona başqa bir adam lazımdır ki, orada onun səhvlərini tapsın və ona desin. Amma elə insan var ki, özü öz səhvini dərhal görür. Bu çox gözəldir. Yəni bu metodika çox qəşəng təsir eləyir. Bundan da istifadə edin. Özünüz özlərinizdə cümləmi deyəcəm və bitirəcəm. Buyurun. Yenə deyirəm 5 illik olan o praktikadan danışıram sizə. Yəni 5 il belə götürən nədir ki, amma mənim inandığım bir dənə bir versiya var. İnsanlar özlərini əslində tanımırlar. Özlərini harda ola biləcəyini, yəni 5 il sonra harda ola biləcəyini, siz bir yaxlarım dediniz ki, yəni hansı neçə il sonra nə arzu edirsiniz? Yəni onu istərsiniz insan fikirləşəndə ki, çox insan onu fikirləşmir və fikirləşəndə insan istərsiniz özündə bir sevinc, nə bilim, yəni bir başqa cürə bir yəni çöhrəsi dəyişir də. İnsanlar bəzi insanlar özlərini hələ tanımırlar. Hələ daxilindəki o əsl özləri var, onu bilmirlər. Onu üzə çıxartmalıdırlar. Bir dənə məncə problem budur. Şəxsən mən bunu belə inanıram. Bu diksiya təlimi ilə bağlıdır. O sizin dediyiniz istiqamət artıq bioenerji sahəsindən təlim almaq lazımdır. O burada o bioenerji sahəsindədir. İnsan Təşəkkür edirik sizə. Təlim almalıdır. Hər bir insanın daxilində müsbət enerji var. Düz deyirsiniz. Onu üzə çıxartmaq xoş o insana ki, o insan heç kəsdən dəstək almadan onu üzə çıxarır. Amma elə insanlar da var ki, onun dəstəyə, köməyə ehtiyacı var. Və bu kömək üçün də müəyyən bir təbəqələr var, müəyyən bir istiqamətlər var. Hal-hazırda o enerjidən söhbət gedir ha. O enerjini verəcək yer indi bura deyil. Bizim istiqamətimiz tamam başqadır. Ona görə başqa mövzuya keçək. Sizə də uğurlar arzulayıram. Nə xoş ki, həqiqətən özünüzü tanıya bilmisiniz. İnkişaf elətdirmisiniz. Bəli. Burada bir nəfər yazır ki, mən Baku TV Radio Akademiyası qeydiyyata. Bizdə media məktəbidir. Baku TV-də radio yoxdur, dostum. 17 yaşın var, jurnalist olmaq istəyirsən, birinci kurs. Hansı fakültədəsən, birinci kurs? Bəli, buyurun. Yekunlaşdıraq qız dostlar. Çünki mən sabahlarım dostlarımı versin Ramda xanım, yekunlaşdıraq artıq. Yorum yazıq. Ramda xanım, son sözümü deyim və mən inşallah ki, sonuncu çıxışım olar bu.
Yo, niyə ki? Qoyun Şəhla xanım fikrini bildirsin. Zəhra xanım, Şəhla xanım fikrini bildirsin, daha sonra siz Şəhla biraz xanım. hörmətlə yanaşaq. Bəli, çünki bayaqdan o Buyurun. danışmaq istəyir, danışa bilmir. Bəli, Tamam, buyurun. buyurun. Baxdım da elə bir Şəhla sual xanım, buyurun, zəhmət olmasa. Mən Şəhanı dediniz də. Yo, Ee, Şəhla xanım, bayaq sual vermək istəyən xanım var idi, səsini yarımçıq kəsdik. Psixoloq xanım var idi. Üzr istəyirəm, Həmidə xanım, adını şaşırdım, Həmidə xanım. Bəli, mən idim. Deməli, mən təlimçiliklə məşğulam. Yəni müxtəlif platformalarda təlimlər keçirəm. Sadəcə, yəni necə deyim, nitqimdə olan qüsurların da fərqindəyəm. Sadəcə necə inkişaf etdirə bilərəm? Yəni düzdür, bayaq ümumən qeyd etdiniz, amma təlimçiliklə bağlı. Yəni istəyərdim ki, o yöndə. Mənə aydın olmadı tam. Yəni təlimçilikdə özümü daha çox mövzunu insanlara çatdırarkən necə ifadə edə bilərəm? Təlimçilikdə nitqinizdə deyirsiniz qüsurlar var. Bəli, bayaq insanların da vurğuladığı kimi, bəli, danışanda qüsurlarım. Yaxşı, bu qüsurları aradan qaldırmaq üçün nə etmisiniz? Məndə daha çox həyəcan söhbəti olur. Məsələn, o günləri bir tədbirdə idim. Yəni uzun zamandır 200 nəfərin içində çıxış etmirdim. Sadəcə çıxış etdim öz fəaliyyətimlə bağlı. Danışdım. O zaman həyəcanlandım, amma həyəcanı idarə etməyə çalışdım. Həyəcanı idarə etməyə çalışdım. Yəni insanlara fikrimi izah elədim, amma bilmirəm necə dərəcədə izah elədim, onu bilmirəm. Amma yəni dinləyənlər oldu. Auditoriyaya baxdım. Mən normalda yəni göz təmasından qaçınan birisiyəm. İnsanların gözünün içinə baxmıram. Auditoriyaya nəzər yetirdim, fikirlərimi o cür izah eləməyə çalışdım. Yəni bu yöndə həyəcanı aradan qaldırmaq üçün nələrsə eləməyə çalışıram. İnsanların içində çıxış eləməyə. Mən vurğuladım bayaq, yəqin eşitdiniz. Həyəcanın bir nömrəli düşməni nədir? Nəfəs. Nəfəsi düzgün almırsınız, nəfəsi tənzimləmirsiniz çıxış öncəsi. Əgər nəfəsi qaydasına qoymusunuzsa, artikulyasiya hərəkətləri eləmisinizsə, ağız aparatınız çıxış üçün hazırdırsa və özünüzə inanırsınızsa, çıxış öncəsi evdə bu çıxışın üzərində çalışmısınızsa, dostum, yəqin ki, orada belə məqamlarla üz-üzə gəlməyəcəksiniz. Yox, əgər bunları eləmədən birbaşa siz çıxışa gedirsinizsə, əlbəttə ki, bunlar olacaq. İndi mən sadaladıqlarımın hansını eləmisiniz, hansını eləməmisiniz? Qısa çıxış idi, ona hazırlaşmışdım, amma uzun zamandır insanların içində çıxış edə bilmədiyim üçün, yəni bu imkan yaradılmamışdı da. İlk dəfə idi çıxış edirdiniz. İlk dəfə idi uzun zaman, yəni Bəli, çox adam. yəni uzun zaman sonra, bir neçə il sonra təkrar, yəni 200 neçə nəfərin içində Bu çıxış eləməyə normaldır. Bu normaldır. Yəni bunu mən deyə bilmərəm ki, siz anında həyəcanı kənara atacaqsınız. İllərdir auditoriya qarşısında professional şəkildə çıxış edən bir insan kimi çıxış eləyəcəksiniz. Yəni bu normaldır. Buna da alışmaq üçün nə etməlisiniz? Evdə mütəmadi bu cür məşqlər eləməlisiniz. Güzgü qarşısında, nə bilim, yığın uşaqları, tanışları, onların qarşısında həqiqətən. Yəni bu həyəcanı, auditoriya həyəcanını özünüzdən atmaqdan ötürü, yəni bu məşqlər məncə insana kömək eləyir. Bir də biri yazıb burada ki, siz də sağ olun, auditoriya qarşısında yaxud bir toplantıda niyə gülməyimiz gəlsin ki, həyəcanla? Nə edə bilərəm? Xahiş edirəm, baxardınız. Olarmı az öncə yarımçıq qalmış fikrimi tamamlayım? Gülmək Hə? Gülmək məsələsi məni də maraqlandırır. Məsələn, o dediyim kimi bu auditoriyada çıxış edirik. Auditoriya dediyim də yəni 3-4 nəfərdir. 3-4 nəfər, 10 nəfər falan var. Ondan qarşısına çıxış edirik və hamısı da tanış deyə belə baxarkən arada gülmək tutur. Baxıram belə baxır, ciddi baxır, ciddi baxmaqlarına öyrəşməmişəm və gülmək tutur. Yəni düzdür onu kontrol etməyə çalışıram, amma yenə də kömək lazımdır o baxımdan.
Ən çox dostlarım təhsil baxanda Məsələ olur. hər birinizdən uzaq. Bizim məktəb direktorumuz Şəfaqət müəllim. O vaxtı bizim sinif çox dəcəl sinif olmuşdu. Hər şeyə gülürdük. Yəni acı bir şeydi də. Yəni dəcəllik eləmişik, müəllimləri incitmişik, sinifdə səs-küy yaratmışıq və gəlib bizi danlayırlar. Buna rəğmən biz gülürük. Artıq direktor bizlə necə deyim, baş eləyə bilmədi. Bizlə bilmirdi nə etsin. Dayandı. Dedi bilirsiniz nə var? Dəli ağlayanda onu müalicə etmək mümkündür. Vay o dəliyə ki ancaq gülür. Məsələ hər birinizdən uzaq. Amma ciddi bir şəkildə auditoriya qarşısında gülmək kiməsə baxmaq bu o deməkdir ki, siz nə öz çıxışınızı, nə də auditoriyanı o qədər də ciddiyə almırsınız. Dostlar, işimizə ciddi yanaşaq. Nitqimizi təmizləyək, həqiqi mənada təmizləyək və bunun üzərində ciddi işləyək. Bu vaxta qədər yəqin ki, webinarlara qoşulmusunuz, hər təlimçidən müəyyən bir texnikaları öyrənmisiniz. O texnikaları tətbiq eləyin həyatınızda da və inanıram ki, bu alınacaq. Heç vaxt heç kimdə nə isə uğursuz olmur. Uğursuzluğun tək səbəbi insanın yalnız və yalnız özüdür. Başqa dəqiq söhbət yoxdursa... Oldu, xeyri qarşı. Çox sağ olun. Yorulun sizi. Çox təşəkkür edirəm. Zəhra xanım da sual vermək istəyirdi, yarımçıq qaldı. Hə, mən sual verməyim, çıxış etmək istirdim. Sabah mənim müəllimlər klubunda canlı formada uşaqlar. Bir dəqiqə vaxtınızı alacağam. Öncəliklə sizin dəyərli vaxtınızı gənclərin inkişafına ayırdığınız üçün sizə təşəkkürümü bildirirəm. Digər iştirakçılara da təşəkkürümü bildirirəm. Onlardan da verdiyi suallarda müəyyən biliklər əldə etdik. Yəni təşəkkür edirəm. Sizə bir şey xahiş eləyəcəm. İcazəniz olarsa mən təlimi təşkil edən şəxsən sizin əlaqə nömrəsini almaq istəyirəm. Çünki mənim bir çox sualım var. Burada çatdırmaq olmuş sualları. Uyğundursa onlardan sizin əlaqə nömrənizi götürərdim. Aha, olar. Təşəkkürlər. Olar, mən vaxtım... Aha, buyurun. Həqiqətən təşəkkürlər çıxış üçün. Həqiqətən çox faydalı oldu, çox şey öyrəndik. Yəni ilk dəfə idi hansısa bir webinardan bu qədər çox məlumat əldə etdim və sona çox kimi sağ qulaq olun. asdım. Nə xoş mənə ki, nəsə öyrədə bildim, çatdıra bildim. Minnətdaram. Webinarı təşkil edən Aydan xanıma da təşəkkür edirəm ki, bizi Mən təşəkkür edirəm. qovuşdurdu. Var olasınız, minnətdaram. Çox sağ olun, gəldiniz. Səbirlə hər kəsi dinlədiniz. Çox minnətdaram. Düşünürəm ki, bugün çox keyfiyyətli təlim oldu. Daha doğrusu webinar oldu. Bir daha təşəkkürlər. Sizi çox yormayaq. Hər kəsin gecəsi xeyrə. Sizə də minnətdaram. Sağ olun. Sağ olun. Təşəkkürlər. Deyirəm ki, Nail gəlib, deyirəm gəlib, tanıdığım birini gördüm, qavuluğu tərbiləşdim. Çok buydu.